Tapşırıqları olur. Getirdim. Dərslərlə bağlı drive'a bir şey əlavə eləyə bilməyən var ki, yəni mən eləyə bilmədim. Hə, o sizi, hə, sizdə də axşamınız xeyir. Hə, sizdə də problem yaşanıb bilirəm, həll eləmişəm bunu. Vse, okey. Okey, problem yoxdur. Əsas məsələ siz onsuz da Allahdan eləyə bilmirdiniz. Mən sonradan xəbər tutdum ki, onu sonradan baxdım. Çünki mən bəli, bəli. Problem yox. Yəni gözüm qoşulanlar da tam qoşulsunlar. Başlayaq. Deməli, birinci olaraq biz psixologiyanı bilməliyik, dostlar. Psixologiya nəyə görə önəmlidir? Marketinq sahəsində insanları ələ almaq üçün psixologiya çox önəmli bir prosesdir. Yəni biz bir çox psixoloji addımlar atırıq marketinqdə ki, bu insanlar bizi Instagramda gəzəndə barmaqlarını saxlasınlar. Onun üçün iki növə bölmüşük insanları. Birinci olaraq sosial media marketinq texnologiya deyil, dostlar. Bir psixoloji baskıdır insanlarda və siz bir dövlətin baxış açısını sosial media ilə belə dəyişdirə bilərsiniz. Belə deyim, tərbiyəsini də sosial media ilə dəyişdirə bilərsiniz. Çünki insanların əlindəki ən çox baxdığı telefonlardır. Ona görə nəzərinizdə olsun və mən də həmişə övladı olan insanlara deyirəm ki, ümumiyyətlə qətiyyən telefonla övladlarınızı sakitləşdirməyə, yəni deyirəm, gələ bunu götür başına, qaşı qat, qətiyyən belə şeyə qarşıyam. O nəzərinizdə olsun, sizə də məsləhət görürəm. Çünki sizin baxdığınız şeylər uşaqlara verirsiniz telefonu. Sizin də Instagramda baxırsınız da, yəqin ki, uşağın öz telefonu varsa o başqa məsələ təbii ki. Amma yenə də onun üçün bir təhlükədir. Biz Instagrama və yaxud Facebooka nəyə görə giririk, dostlar? Ya əylənmək üçün giririk, ya öyrənmək üçün giririk, nəyisə baxıb oradan öyrənirik və yaxud da vaxt öldürməyə giririk, dostlar. Biz bu üçü arasında psixoloji baskı altına gəlirik. Psixoloji baskı nə ola bilər? Ya bizə nəyisə göstərərək bir neçə dəfə məsələn Temuda necə idi? Davamlı olaraq bir şey göstərir, insan beyninə həkk olunur. Biz əslində iki növə bölürük. Bir FOMO dediyimiz qorxu üzərindən, bir də dopamin səviyyəsi ilə. Biz insanların qabağına ya dopamindən çıxmalıyıq, ya da qorxu ilə. O deyir 3 saata bağlanır, mağaza bu gün bağlanır 50% endirimlər, nə bilim tələsin yenilik həzləri ilə bağlı bir şeylər. Bu bizim psixoloji baskılarımızdır. Biz əgər insana dopamin səviyyəsini həmin o videoda versək və yaxud postda versək, o barmağını saxlayacaq. Və yaxud qorxu versək, o barmağını saxlayacaq. Bu məntiq belədir. Yəni ya sən insanı tələsdirməlisən bir şeyə və yaxud ya da onun həzzini tatmin eləməlisən. Ona görə biz nə edirik? Huklardan istifadə edirik. Huklar nə ola bilər? Demişdim yəqin olaraq dərsin birinci dərslərimizdə huklar bizim bir qarmağımızdır. Qırmaq deyirik balıq tutanda. Ucuna yemi qoydunsa, normal bir yem qoydunsa ucuna, sənə o adam baxmama ehtimalı yoxdur. Amma sən səsiniz getdi. Səsim getdi. Şeydən danışırdıq. İstehsalçı psixologiyasından danışırdıq. Barmağı dayandıran güclərdən iki növdən danışırdıq. Biri dopamin tələsidir, yəni sevgi, sevinc bunun kimi dopamin səviyyələridir. Bir də FOMO var, qorxu və qorxu ilə qaçırtmaq. E, Bu beş şey edirsənsə yanlış edirsən. Bunun kimi şeylər başa düşdünüz? Ondan qoşulanları qəbul edək. Bir çox indi sizə növbəti dərslərimizdə reklam türlərini göstərəcəm. Reklamların yaxşılarını göstərəcəm, pislərini göstərəcəm. Sizə Instagramda demişəm birinci dərsdə ki, collaboration eləyin. Yəni collaboration nə idi? Gəlib burdan kaydet göstərmişdim sizə dərslərdə. Kaydet bölümlərini seçirdik. Məsələn, mən burada nə seçmişəm? Maraqlı reklamlar. Bunları növbəti dərslərimizdə kontentlərdə görəcəyik və siz özünüz şahid olacaqsınız ki, necə biz AIDA modeli keçəcəyik kontentlərdə. Hər şey bir xəyali bir ürün deyil, əslində bir marketinq strukturudur. Yəni biz AIDA modelini seçəndə insanlara bir diqqət üzərindən toplayırıq onları, onlara bir qorxu veririk. Burada bir neçə dənə örnəklər göstərəcəm. Bunu növbəti dərslərimizdə göstərib sadəcə məntiqini açıqlayım. Bax, indi gör nə olacaq bax.
Bizim mekan hakkında bir haberdarlık yapıyor. Geldik içeri İstemecek 30 santimetre İtalyan pizzalar cəmi 9 manat 90 girdik. Üstəlik servis da yoktu. Kişilerin kıymeti ise çok uygun. Yani buraya gelseniz pizzalarımızın esiri olacaksınız. Bir defa geldinizse sonrası artık her hafta görüşmeye mümkün. Yəni başa düşdünüz məntiq nədir? Yəni bizdə əsas prinsip budur ki, ya insanı qorxudaraq, çaşdıraraq gətirmək insanları, və yaxud dopamin səviyyəsi verərək gətirmək. Təbii ki, çox gözəl bir kontent strategiyalarımız var. Növbəti dərslərimizdə görəcəyik. Sadəcə psixolojik biz getdiyimizi açıqlamaq istəyirəm ki, çünki psixologiyadan qırağa çıxsaq bu olmayacaq. Sosial sübut demişdim. Yadınızdadır. Mən nə edirəm? Bax tələbələrim gəlir, nail olan, yəni belə deyim, işlə təmin olan tələbələrimin mən videosunu çəkirəm. Bu sosial sübut olaraq veririk. Çox gözəl marketinq kütləsidir. Yəni biz qarmağımızı sosial sübutla aparırıq. İnsanlar bizim dərslərimizə qoşulanda biz onları artıq işlə təmin edirik. Bu mənim sosial sübutumdur. Sən artıq bir şey görürsən və sən avtomatik olaraq gəlirsən. Biz Maksimum olarak hukuktan istifadə edilmək olar müştəri. xeyr, belə bir şey yoxdur. Yəni daimi olaraq təbii ki, davamlı olaraq döydün, çağırdın, belə elədin. Bunun kimi şeylər hüquqlarda yormur dostlar. O əslində daha çox çəkir adamlar. Ona görə yadınızdadırsa bir dənə sizin səhifə idi, səhv eləmirəmsə Cabbar bəy idi, səhv eləmirəmsə yadımdan çıxıb. Bir buzovla bağlı, bir ferma ilə bağlı bir şeydir və biz orada mən dedim ki, birinci əgər heyvanlara daha çox insanlar etki göstərir də, daha çox maraq göstərir. Pişiklərdir, itlərdir. Bu kimi şeylərə daha çox maraq var. Ona görə insan üzündənsə daha çox heyvanların üzünü göstərməyə daha sərf eləyir. Bizim bir personamız olacaq. Personamız nədir? İndi gəlin bunu etap-etap keçək. Persona canlı xarakter deməkdir. Bu nədir? Bizim həmin bu insan bizə niyə baxır sualını vermək üçün və biz onun necə qabağına çıxa bilərik, onu bilmək üçün biz persona yaradacağıq. Personanı bir neçə etapdan yarada bilirik. Onu da etap-etap göstərəcəm sizə. Personanın bir növü hədəf kütlə deməkdir. Hədəf kütlə. Target yığırıq ha biz, target. Hədəf kütləmizi yığmağa çalışırıq. Biz targetlərimizi 18-25 arası gənclər, ümumi gənclər demək düzgün sayılmaz. Çünki 18-25 yaş arasındakı insanların psixologiyaları fərqli olur. Biri gəzməyi sevə bilər, biri ancaq evdə oturmağı sevir, biri ancaq TV kinoya baxmağı sevir. Ona görə biz personamızı öncədən bilməliyik və bunun yaradılışını əvvəlcədən bilməliyik. Bunu biz hal-hazırda süni intellektdən istifadə edirik. Əgər süni intellekt olmayanda necə eləyirdik? Biz bir-bir şirkətlərə sual veririk. Məsələn, sizin hədəf, mənim personam hal-hazırda sizsiniz. Yaşınız, işlədiyiniz yer, biznesiniz varmı, yoxmu? Bunlar hamısı sizin personalınızdır. Yaşınızdan tutmuş adınızdan, ailədir, subaydır, bunlar hamısı personaya aid hissələrdir. Biz bunları süni intellektdən ala bilirik. Amma persona əli üzərindən gedib. Mən əgər əlini tutmaq üçün, Əli adında birini, özüm üçün bir persona yaratmışam. Əlidir, yəni xəyali bir şəkildir. Yaşı 22-dir, tələbədir. Səhərlər kofe içir, dərslərə gecikir. Təxmini bir hesab. Sürətli, qısa və konkret məlumatları xoşlayır. Mən Əli kimi bir personanı tutmaq üçün ona qısa, net cavablar deməliyəm. Əli üçün uzun məqalələr yazmaq mənasızdır. Ona huklarla getməliyik. Yəni əlini mən tutmaq üçün. İndi növbəti etaplarda başa salacağam sizə. Yəni personamızın pain pointunu, yəni ağrı nöqtəsini tapmalıyıq. Əgər əli uzun bir videoya baxmırsa, mən əlinin qabağına çıxmağım qeyri-mümkündür. Düzdür, məntiqli. Ona görə mən nə edirəm? Birinci olaraq brend arxetipini hazırlayacağam. İndi sual verəcəm sizə, hamı cavablandırmasını istəyirəm. Əgər sənin səhifən bir insan olsaydı, necə geyinərdi və hansı tonda danışardı? Bir dənə xəyali bir brend üzərindən gedək. Sizin səhifəniz olsaydı necə bir insan olardı? Nə geyinərdi və hansı tonda danışardı? Məndə olsaydı, arxa fonda yaşlı olmalıydı, siyah olmalıydı, əraziyə çıxanda dünya qurmasında, Aha. yanında Oktay olmalıydı. Belə deyim, necə geyinməyi bilirsiniz, necə bir şey başa düşə bilək də, belə açıqlayım sizə. Məsələn, klassikmi geyinərdi? Normal casual, yəni günlük həyatda mı gedərdi? Siz öz brendinizdən söhbət açın, yəni özünüzdən gedin, yaxşı? Bir şirkət səhifəniz olsaydı. Və hansı tonda danışardı? Səmimimi? Mən məsələn necə danışıram? Enerjik, səmimimi, yoxsa rəsmi? Səmimi tonda danışardı. Geyimi nə olardı? Yeni kənd belə köhnə bir qaldı. Hə, kənd sayağı, kənd abu-havası verən, belə deyək, geyimlər olardı. Sizdə?
Necə geyinərdi və necə danışardı? Məndə daha çox hisslərin artırılması, toparlanması, Rəsmi şəkildə, aha, rəsmi, gülərüz, mehriban, güləriz və mehriban danışır. məsul saçı. Aha, okey. Sizdə? Aha. Daha rahat formalı. Aha, casual forması, gündəliklər, aha, oversize, yəni, aha. Bəs danışıq dili nə olardı sizdə? Aha, qəşəng, qəşəng. Sizdə necə olardı məsələn? Mən sizdən sakit bir ton hiss edirəm məsələn, belə sakit və rəsmi şəkildə. Sizin tonlar elədir. Mən də öz xəyalımdan fikirləşirəm də. Sizdə necədir? Aha. Necə geyinərdi bəs? Böyle sağdır. Sarı rəngdə. Aha, iştah açıcı deyirlər normalda. Hər bir rəngin bir arxetipi var dostlar. İndi onları növbəti etaplarda keçəcəyik. Məsələn, Rolex-in rənginə fikir vermisiniz? Logosunun rənginə. Daha yaşılın biraz daha tünd versiyasıdır. Qızıl rəngdə orada. McDonald's-a fikir vermisiniz? Sarı rəngdə, yaşıl, qırmızı. Bunların hamısı psixolojik bir davranışdır. Yaşıl, qırmızı ilə sarı rəng insanda iştah açdırır. KFC qırmızı rəngdə, daha belə elə əyləncəli şeylər də qırmızı, sarı rəngdə olur, turuncu rəngdə olur. Ona görə biz əvvəlcədən bilməliyik arxetipimizi. Arxetipin növbəti prosesdə görəcəyik. Sizdə necə olar? Casual game deyək. Aha. Səmimi tonda. Sizdə? Aha. Aha. Səmimi ton. Səmimi. Mhm. Mhm. Səmimi və klassik tonda deyək. Aha, qəşəng. Sizdə? Sport səmimi. Okay, sizdə? Aha, klassik tonunuz nə olardı? Yox, sadəcə klassiklə gülərüz, yəni enerjik də deyə bilərsiniz. Problem deyil. Siz nəyə görə bunlar lazımdır? Çünki biz Instagramda bu hissədə yazılarımız olur. Baxın, əsl İtalyan pizzalarını tək qiyməti dadın. Neynir? Bütün 30 sm dilimlə pizzalar. Bunlar nədir? Görürsüz, daha səmimi dildə deyirlər. Bax, görürsüz, təkif falan belə daha gülərüz, daha səmimi və videomuz da həmin o tərzdədir. Səmimi tərzdədir. İnsanlarla belə alay edici, amma gülərüz performansdadır. Məsələn, bu nədir? Sağ əlcələrdə süpərsiz eləndə. Bunu təqdim edəcəyim. Paltarına falan fikir verin. Evet, bir daha. Götür əriyyata və əlcələr. Düz səs çox gəlib, amma belə bir şey. Nədir? İndi bunların analizlərini biz ChatGPT ilə görəcəyik. Baxın dostlar, mən sizə elə bir şey göstərəcəm ki, həm işinizi asanlaşdıracaq, həm də bir təlimdə nəyisə oturduğunuz yerdə öyrənə biləcəksiniz. Növbəti öncəki bunu sizdən əvvəlki qrupda göstərmişəm. ChatGPT-yə verəcəksiniz. Mənim indi burada target ilham var da. Bunu atacaqsınız bunun içərisinə. Bu target ilham sizin üçün səhifəni başdan ayağa analiz eləyəcək. Sənin əksiklərin nələrdir, onları çıxardacaq. Yəni sən ən ideal marketinqini səni başa salıb göstərəcək, sən onu tətbiq eləyə qalacaqsan. Yox, ola bilməz. Mən hamıya açıq eləmişəm, baxın. Sizdə əgər Mən Türkiyə göndərdim, linkini çəkdim. Birisi şəxsi məlumatları deyildim, amma açıq səhifə məndə. Sizdə ödənişlidir ChatGPT? Xeyr. Hə, ona görədir. Ödənişli olanda 6 dollarlıq alın, onda sizə icazə verəcək bundan giriş eləmək. Bu biraz belə deyim də, yəni pul ver, sənin işini görüm temasıdır. Ona görə. Hə, yoxlayın, çox gözəl bir şeydir. Növbəti dərslərimizdə, kontent dərsimizdə görəcəyik. Yəni siz süni intellektdən mütləq şəkildə istifadə etməlisiniz dostlar, yoxsa birinci dərsimizdə görmüşdünüz də Nokia-nı. Nokia kimi yoxa çıxır. Əla. Aha. Qəşəng, qəşəng. İsim dəyişikliyi. Yəni istifadəni yavaş-yavaş öyrənməlisiniz də qısa olaraq. Fərqi nə vardır ki? Qəşəng. Yəni nə eləsəz sizin üçün kardır. Onsuz da keçəcək hamısını, amma yenə də eləməyiniz kardır. Mən bir dənə onlaynda qoşulan tələbələrə də istəyirəm ki, bir dənə desinlər. Mənə maraqlıdır çünki fikirlər.
Sizin çünki SWOT analizinizi çıxardacağıq. O maraqlı bir şeydir. SWOT analizi nədir? Onları növbəti dərslərimizdə görəcəyik. Pərvin xanım, sizdə necə olardı? Günay xanım, Pərvin xanım, belə göstərim sizə. Bəlkə sual aydın olar. Brend arxetipləri. Bir səhifəniz olsaydı necə geyinərdiniz? Hansı tonda danışardınız? Hə. Aha, sport klasik, neoklasik deyirlər ona. Neoklasik. Aha. Öz brendinizdən bağlı. Günay xanım, Gülay xanım, bir də Elşan bəy. Elşan bəy siz dediniz səhv eləmirəmsə. Gülay xanım siz olduğu kimi səmimi tonda danışardınız da belə deyim. İndi sizin tonunuzu hə, aydın. Okey, qəşəng. Belə deyim ki, fikirləri aldım əslində. Çünki hər bir insanın öz brendi var özünün daxilində də. Onun xəbəri yoxdur. Onu zaman-zaman sizlə bərabər çıxardacağıq ortaya görək necə insanlarsınız. Deməli kim qoşulub dərsin ortası? Bir dənə baxım. Pərvin xanım qoşulur indi. Hə. Deməli, ümumiyyətlə brend arxetiplərində 4 ünsur var. 4 ünsur nələrdir? Birinci qəhrəman dediyimiz məsələdir. Qəhrəman dediyimiz məsələ hero tərzindədir. Yəni güclü motivasiya verən bir tərzdədir. Yəni insanlara güclü motivasiya verir. Sözlərlə, sloqanlarla, bunun kimi şeylərdir. Mənə qəhrəman tərzində bir hero tərzində bir şey deyə bilərsiniz brendlərdən, tanıdığınız brendlərdən, ağlınıza gələn hər hansı bir motivasiya verən. 100x var. Mən deyirəm. 100x. Aha. Başqa? Nə deyə bilərik başqa buna? Bildiniz nə demək istəyirəm? İnsana motivasiya verən bir əslində daha çox sport tərzində olur. Başqa da olmalıdır. Ağlınıza gəlmir. Məşhur bir brendlər var yəni. Çox məşhur brendlər var. Biraz fikirləşin, tapacaqsınız. Örnək. Polo. Polo olar. Yəni burada Polo olar. sonra ayaqqabı markalarına Olar. ISO, Nike olar. Bəli, bəli. Bunlar hamısı qəhrəman hero. Just do it. Yəni edə bilərsən. Bunun kimi sloqanları var da, fikir vermisiniz həmişə. Ona görə biz brend qurduğumuz zaman sloqanımız olmalıdır. Məsələn, mənim də sloqanım var. Bax. Mən də özüm üçün bir brendəm. Məqsədinə çat. Mənim sloqanım budur. Düzdür, basitdir amma bir mesajı mənə bildirir ki, həmişə məqsədinə çat. Necə? Dəyişək, inkişaf edək. Bax, bu da təbii ki, sloqanlardır. Ona görə həmişə öz sloqanlarınız olsun. Yəni bir şirkətin sloqanı olsun. Məsələn, ev sayağı, yəni ev həzzi, nə bilim, ev tərzində, nə bilim, bu ünvan məmulatlarında falan çox olur. Hə, yəni elə şeylər eləyin. Müdrik sage dediyimiz məsələdə öyrədən və ağıllı dediyimiz bir proses daha çox hansılardır? Öyrədən. Nə ola bilər? Əslində çoxdur. Öyrədən bir. Çoxdur bura. Türklərdən çox olur. Makabeyin falan da paylaşılır. Makaveli, okey, o da qəşəng bir şeydir. Bu brend olaraq məsələn hansısa bir loqosu olan, bir şirkət olan bir proses deməkdir dostlar. Müdrik dediyimiz bir şeyləri öyrədən deməkdir. Baxın, öyrədən ağıllı faktlarla danışanlar. Bu Google-dur dostlar, Google. Udemy, Courses. Bunlar insanlara bir şeylər öyrədirlər. Başa düşdünüz necə? Bu bizimiz brendinq üzərində müdrik dediyimiz. Üsyankar outlaw nə ola bilər sizin fikrinizcə? Axırda baxacağıq, reklamlara baxacağıq. Hələ narahat olmayın. Üsyankar nədir? Motosiklet də var. Nə ola bilər? Axşam sıxıldı. Nə avtomat? Məsələn, nə ola bilər? Offroad maşınlar. Okey, Yüksek süratli gösteren otomobiller olabilir. Red Bull reklamı. Aha, Red Bull reklamı əslində nə dediniz? Araq reklamı, yox, araq reklamına gedir. Ona harama gəlirlər sonra. İnsanların
Üsyankar və qaydaları pozan fərqli növlərdə. Dostlar, Harley Davidson var da, məsələn, motosikletlərdə Harley Davidson var. Dəri ceket geyinirlər, bunun kimi şeylər. Onlar üsyankardır. Yəni qaydalara uymayan, öz başına. Məsələn, Twitter var, Twitter X deyir, Elon Musk'ın. O da üsyankardır. Öz-özündən sözlər, özündən belə deyim, küfürlü danışmalar, belə deyim, elə şeylərə fikir verirlər. Bu da bizim üsyankar tərzimizdəki brend xarakterlərindən söhbət gedir və hökmdar dediyimiz məsələ nədir? Luxury tərzində olan bir arxetipdir. Bu nə ola bilər? Deyin keçək dərsən. O da bir sayılar amma məsələn Rolex'dir, Bentley'dir, necə? Lüks brendlərdir. Rolex'dir, Bentley'dir. Bunlar hamısı prestij tərzində gedən markalardır. Aydındır məsələ arxetiplər nəyə aid olduğunu. Burada da yazmışam qlobal nümunələrlə. Hero'dur, Nike'dır, Just Do It görürsüz, bax, edə bilərsən. Sadəcə et. Müdrikdir, öyrədir, information verir. Üsyankar Harley Davidson'dır. Azad və qaydasızlıq dediyimiz prosesdir. Və sənin brendin nədir? Onu da artıq növbəti slaydda görəcəyik. USP dediyimiz bir fayda dəyər məsələsindən söhbət gedir. Biz milyonlarca səhifə var. İzləyicilər niyə görə sizi seçsin? Başa düşdünüz necə? Mən insanlara nə təklif edirəm? Mən kimə kömək edirəm? Sualını verirsiniz özünüzdə şirkət olaraq və yaxud bir brend olaraq hansı problemləri həll edirəm və nəticədə nə əldə edirlər? Bu unikal dəyər təklifi deməkdir. Biz bunu bazar araşdırması eləyəndə də bunu artıq öz unikal təklifimizi hazırlayırıq. Örnək edirəm də, bazarda baxıram, məsələn, misal deyim, bu kofta 20 manatdırsa, mən də bunu satıramsa, mənim unikal bir təklifim olmalıdır. Çünki o da gəlib oradan alacaq onsuz da, düzdür? Unikal təklif olaraq nə verməliyəm yanında? Misal üçün 25 manat eləyəcəm onun qiymətini, üstündə bir dənə aksesuar verəcəm. Bu nə üçün önəmlidir? Yadınızda birinci dərsdə keçmişdik. Customer Journey Map-də müştərinin Vüqarın səyahəti var idi. Vüqarın səyahətində. Biz ona nə edirdik? Gedirdi kredit baxırdı, hansı yaxşı təklif edir, gelirdi yanında hədiyyələr verirdi, hansı təklif. Biz həmin o prosesdə kontakt irşad həmişə belə edir. Nə edir? Yanında telefonun bir dənə naushnik verir. Nə bilim yanında kabro verir. Bax bunun kimi şeylər unikal təklifdən söhbət gedir. Məsələn, örnək. Gənc sahibkarlara kimə xitab edirəm? Mən bir dənə marketinq ekspertiyəm, okey mən. Gənc sahibkarlara kimə xitab edirəm? Hansı problemləri büdcə xərcləmədən nəticə olaraq ilk 1000 izləyicini yığmağını təklif edirəm ona. Deyirəm ki, mən gənc sahibkarlara kömək edirəm ki, büdcə xərcləmədən ilk 1000 izləyiciyi yığsınlar. Yəni mənim fayda dəyərim budur. Yəni məntiqi başa düşdünüz nədir məsələ? Yəni mən insanlara bir şey təklif eləməliyəm ki, o insanlar onu etkilənsin ondan. Amma mən məsələn tələbələrimə həmişə deyirəm ki, sən əgər sosial media mütəxəssissənsə, əgər özünə güvənirsənsə və buna əminsənsə, həmişə şirkətlərə bir həftəlik sənə bir ödənişsiz konsultasiya verəcəm deyirsən. Müştəri gəlir səni testinq eləyir, yoxlayır. Ondan sonra sən artıq müştərinin bəyəndiysə, sən ona davam edirsən. Yəni sən müştəriyə bir təklif sunmalısan, unikal təklifdən söhbət gedir. Nəzərinizdə olsun. Praktiki ev tapşırığı verəcəm. Bu slayd belədir. İndi növbəti slaydlarımız var. Sevdiyin bir brendi seçirsən, hər hansı bir brend ola bilər. Onun hədəf kütləsini, yəni personasını eləyirsən, bunu süni intellektlə göstərəcəm sizə. Hansı arxetiplərə aid olduğunu tapırsan, arxetiplərimiz budur. Və sadəcə onların ən böyük dəyər təklifini tapırsan. Qiymət ola bilər və yaxud yanında təklif olaraq nə verir sənə? Xidmətlərində sənə faydası nədir o şirkətin? Yəni onu tapmalısan sən ki, həmin onun qabağına keçə biləsən. Rəqibinizi tanımaq bu yazılı da olar, şifahidə. Nümunə. Gəlin bunu ən sonda göstərim, çox vaxtımız getməsin. Onsuz da sizə lazım olsa drive-dan giriş verərəm, skrin eləyib ataram, onu tələbələr eləyib hamısı. Sadəcə çox basitdir. Bir dənə brend seçirsiniz, onun hədəf personasını yaradırsınız ki, məsələn, paltar Dior'dur, məsələn. Daha çox kimlərdir? Qadınlardır personası, daha çox luxury sevən qadınlar. Hansı arxetipdir? Daha çox premium. Baxın, bu. Hökmdar lüks tərzindədir, düzdür? Unikal dəyər təklifi nədir? Prestij qatır insanlar. Dior işlədir. Yəni mənə necə ürəyiniz istəyirsə verin, amma mənə lazım ki, onu verəsiz.
Okay? İstəyirsiniz əllə yazın şəklini çəkin, nə bilim not dəftərinə yazın. Mən görməliyəm ki, siz o dərsi başa düşmüsünüz. Çünki sabah birisi gün sizin brendiniz olacaq. Ə, hədəf kütlə ilə bağlı brend kimi düşünməkdir. Bir dənə baxım bu hissəyə. Bizə lazım olan prosesi göstərəcəm sizə. Hı. Hədəf kütlə. Gəlin birinci onu göstərim. Slaytlarımız bu bölüm çoxdur. Bəli. Bəli, hamısından var. Deməli, biz personamızı yaradacağıq. Ona keçməzdən əvvəl bir dənə baxım görüm burada personamızda paneldır. Bunu saxlayıram hələ ki sizlə. B2L brand kimi düşünmədir. Bir dənə buna baxım. Dərs strukturumuzu hələ ki sonra eləyəcəyik. Marketinq reklamları panel. Bir dənə sizdə təlim olmalıdır. Hə, düzdür. Gəlin bir dənə bura keçək. İndi gəldim bu hissəyə. Biz hədəf kütlə nədir sualını verirəm. Bir dənə mənə cavab verin. Hədəf kütlə nədir? Keçən dərsdə göstərmişdim əslində bir növ hədəf kütləmizin nə olduğunu. Hədəf kütlə. Satın məhsul və gələcək xidmətin kimə hədəflənəcəyiniz? Kimə satdığımız hədəfimiz kütləsi. Hədəf kütlə deyirik buna dostlar. Yəni targetoloq, target deyim biraz qulağınızda aşina olsun. Targetoloq dediyimiz məsələ var. Targetoloq nə edir? Hədəf kütləmizi tapır, bizim üçün reklam qoyur. Biz ona bu əslində çox basit bir şeydir. Özlərinə qoyublar adlarını ki, targetoloq falan filan. Yəni bu çox çətin bir məsələ deyil. Biraz məntiqimiz olsa kifayət edəcək. Necə olur bu məsələ? Birinci uyğun strategiya quracağıq. Hədəf kütlə nəyə görə önəmlidir? Biz dostlar reklam qoyacağıq. Okay. Reklamlarımız nə qədər kütləyə çatacaq, necə olacaq, onların biz hesabatını bilməliyik ki, biz belə deyim də ziyana getməyək. Çünki mənim xərcləyəcəyim pul riyaziyyat hesabatı deyilir də. 2 üstə gəlir ki, 4-dür həmişə riyaziyyatda, düzdür? Ona görə mən nə edirəm? 5 dollarımı nə qədər insana çatacağını və neçə gün ərzində çatacağını biləcəm. Ki, o pulu çölə atmayım yarısını və harda paylaşacağımı mütləq şəkildə bilməliyəm. Gəlin biz reklam qoyanda nə qədər detaylı olduğunu sizə göstərim. Niyə görə sosial media mütəxəssisləri nə ehtiyac var? Çünki biz əgər özümüz reklam qoysaq, bilmirik axı nəyi necə eləyəcəyimizi. Biz pulumuzu israf eləyəcəyik. Amma mən bilsəm nəyi necə eləyəcəyimi, mən pulumu detaylı olaraq xərcləyəcəyimi biləcəm. Gəlirəm bu hissədən. Baxın, misal üçün bunu göstərəcəm sizə. Özümdən qoyduğum reklamlardır məsələn. Bunu indi saxlayıram. Gəlin sizə bunu göstərim. Əgər mən reklam qoyanda hansı sahədə çıxmağını istəyirəmsə, onu mən analiz edə bilirəm. Birinci dərsimizdə görmüşdük. Ənənəvi marketinqlə digital marketinqin arasındakı əsas fərqlərdən biri, ənənəvi marketinqdə mən ölçə bilmirdim ki, mənim hansı yaş kitləm baxıb. Amma digital marketinqdə ölçə bilirəm. Reklam alanları var, cinsiyyəti var, yaş və cinsiyyət var. Gəlin baxaq görək mənim reklamlarıma daha çox hansı insanlar və hansı şəxslər baxır. 18-24 yaş arasında qadınlar 5 dənə mesaj atıb mənə, 18-24 yaş arasında kişilər isə 6 dənə mesaj atıblar. Mən bunun analizini çıxardıram. Aha, görürəm ki, o 25-34 yaşlı insanlar mənə daha çox ilgi göstərirlər. Mən əgər sonrakı reklamımda sadəcə 25 ilə 34 yaş arası insanlar seçirəm ki, qoyduğum 5 dollar səmərəli şəkildə istifadə olunsun. Başa düşdünüz nə demək istəyirəm? Buradakı insanlar bəlkə də mənə yazıblar, geri dönüş eləməyiblər. Onların növbət dərslərimizdə görəcəyik. Ona görə nə edirəm? Avtomatik olaraq mən bunlara 5 dollarımı rahat xərcləyirəm. Çünki bilirəm ki, onlar mənə yazacaq. Bu belə. Bir də bizim hansı reklam alanları var? Instagramın akışı, Reels-i və Instagram Stories-lər. Instagramda gəzirsə, story-də çıxır qabağınıza, Instagramda gəzir, Reels çıxır. Mən onu seçə bilirəm oradakı harda göstərsin. Ona görə biz reklamlarımızı doğru şəkildə, əgər mən, baxın görürsünüz hamısında pullar özləri səmərəli şəkildə istifadə olunur. Baxıram ki, story-də mənə 7 nəfər yazıb. Amma burada 18 nəfər Instagram Reels-da düşəndə, burada isə 33 nəfər. Hə, görürəm ki, bu daha yaxşı gedir. Təbii ki, mən bunu ən ideallarını seçmişəm. Özümcə orada seçmişəm ki, sizə də göstərəcəm onları. Məsələn, baxın, Instagram keşfet bölümü, Instagram Reels, Instagram Stories, burada hamısı masa üstü. Baxın, kompüterlə girənlər falan, bunun kimi hamısını detaylı olaraq göstərir. Mən bunların analizini növbəti dərslərdə göstərəcəm sizə təbii ki. Bu belə. Yəni mən doğru büdcəmi necə xərcləyəcəmsə, mütləq şəkildə hədəf kütləmi bilməliyəm. Bəs niyə hədəf kütlə seçməliyik? Büdcəmizə qənaət, dəqiq mesaj,
və rəqabət üstünlüyü. Başa düşməyən məsələ var. Büdcəmi düzgün xərcləyəcəm, mesajımı düzgün verəcəm və rəqabətdə üstünlük daşıyacağam ki, başqa mənim bazarda olan müştərilərimin qabağına keçə bilim. Gəlin belə eləyək. Bazar segmentasiyasına keçirəm. Hədəf kütləmizin tapma prosesinə. Demoqrafik bilgilər. Demoqrafik bilgilərin nə olduğunu bilən var? Demoqrafik bilgilər. Bu burada yazmışam əslində. Əhalinin yaşı Bir dənə sırayla deyim. Xanımlar öndən buyurun. Buyurun, eşidirəm sizi. Demoqrafik bilgilər nədir? Xanımlar öndən desin. Bir nəfər deyə bilər. Sırayla baxım görüm kim var burada. Kim bayaqlar danışdı? Eşitmədim. Mən demək edirəm. Aha, buyurun. Şirkətlərlə, iqtisad sahələrlə birliklərimizə görə isə əsasən yaşı 30-dan 50-60 arası olan kişilərlə danışmaq istəyirik. Aha, demoqrafik bilgilər yəni yaşı, düzdür. Aha, cinsiyyəti. Aha. Yox, bizə sadəcə olaraq demoqrafikliyin nə olduğunu bilməyimizdir. Yaşıdır, gəliridir, cinsiyyətidir, təhsilidir, evlidirmi, subaydırmı, uzaqdan mı yaşayır? Bunun kimi şeylər hamısı demoqrafik bilgi. Gəlir o sadəcə olaraq şeydə bilə bilərsiniz. O Amerikada bilinir normalda. Amma Azərbaycanda təqribi hesablayırsınız da. Məsəl üçün örnək edirəm. Qarson, ofisiant nə qədər qazanır? Taksi nə qədər qazanır? 1000, 1200 məsələn belə bir təqribi hesabatdır. Amma gəliri təbii ki hesablamaq Azərbaycanda olmur, amma xaricdə Amerikada olur. Nəzərinizdə olsun. Biz burada demoqrafik bilgilər seçəcəyik. Məntiqini başa düşdünüz? Coğrafi. Əgər mən premium ürün satıramsa, həmişə sual verirəm tələbələrə. Harda reklam çıxmalıyam? Hansı bölgədə çıxmalıyam? Daha zengin. Ben- Lüks yaşayan. Ayşə, lüks yaşayan bölgə. Hansı bölgələr sayılır Azərbaycanda? Evler. Hə, Ağşəhər, belə Loridədir, Azur Ticarət Mərkəzi tərəf, Mərdəkan tərəf, məsəl üçün, Port Baku tərəf. Biz əgər bir şey satırıqsa, mən ona görə büdcəmizi düzgün xərcləməkdən söhbət edir. Premium ürünü Biləcəridə indi istisna edirəm də hamıya. Biləcəridə alacaq neçə dənə insan var? Tək-tük. Mənə nə lazımdır? Daha çox olan insan yeri lazımdır ki, mən o pulu ora rahat xərcləyə bilim. Ona görə coğrafi məhəlləyə, ölkə, şəhər, məhəllə. Mən gəlirəm indi sizə göstərim bunu. Mən gəlirəm reklamlarımda target seçəndə seçdiyim bölgənin kilometrajına qədər seçə bilirəm. Kilometr. Yəni mən gəlib burada ümumi Azərbaycan seçəcəm. Mən ingilis dilində istifadə edirəm, sadəcə göstərirəm sizə. Məndə normalda ingilis dilində olur dostlar. Gəlmişəm, neynəmişəm? Burada indi örnək üçün göstərmişəm uşaqlara. Burada neynəm? Sabunçu seçmişəm. Mənim bir nöqtəm var, onu target dərsində göstərəcəm sizə. Sabunçu seçirəm. Sabunçuda elə seçir ki, buradan mənə lazım olan bölümləri seçir. Baxın, binə falan filan. İndi mən buradan reklam qoyuram həmişə öz istədiyim tərzdə təbii ki. Amma mən buradan gəlib gənclik yazanda, gənclik, indi bu dəqiqə gənclikdə düzdür, gənclik metrosu. Gənclik metro stansiyası seçəndə gəlir mənim üçün, çıxım, 1 kilometr ərazidə olan gənclik. 1 mil göstərir burada ingilis dilindədir deyə. Bu kilometrdən 1 kilometr neçə santimetrdir, belə neçə metr kimi göstərilir. Siz 1 kilometr bir fikirlərsiniz, bəs. 2 kilometr, 3 kilometr seçə bilirəm buradan dostlar. 2 kilometr kimi, 2 mil kimi. Gəlirəm fikir verin gənclik. Misal üçün mən deyirəm ki, 1 kilometr gənclikdə göstərilsin reklamım. Universitetlərə reklam çıxıram məsələn. Və yaxud bir dəfəlik universitetin adını da yaza bilərəm. Yəni elə şeylər də olur. Ona görə seçdiyim ərazi mənim üçün çox önəmlidir. Demoqrafik 2 türlü, 3 türlü və yaxud 4 türlü reklam qoyulmaq olur. Biri demoqrafik seçirsən, radius seçirsən, əgər targetivi bilmirsənsə, təbii ki, yaş aralığı da burada önəmlidir. Və yaxud ümumi seçirsən ki, 18-65 yaş, indi göstərəcəm sizlərə. Facebooka səlahiyyət versən, deyirsən ki, get özün tap. Mən əlimi vurmuram. Nəticə çox zəif gəlir çox vaxt. Yəni o nəzərinizdə olsun. Çünki onun məqsədi səndən pul götürməkdir, sənə bir şey vermək deyil. Təbii ki, istisnai durumlar olur. Bir dəfə səni şirnikləndirir ki, qəşəng gətirir mesajlar. Bir dəfə görürsüz ki, pis olur. Mən ona görə heç vaxt belə deyim, targetimi Facebooka səlahiyyət vermirəm, özüm yığıram. Onlara göstərəcəm sizə. Bu belə. Yəni seçdiyim radiusa
Yadınızda demişdim, bir dənə radio 28-də keçirdim, molun yanından mənə mesaj gəlirdi, ulduzun mesajı. Bax bu ulduzun mesajının mənə gəlməyində səbəbim Gənclik metrosunda və yaxud 28 molun yanından keçməyimə görədir. Radius mənim şey tutub. Başa düşdünüz? Məntiq bu. Bir sual verebilir miyim? Bəli. Mesela o nömrələri necə götürürük? Yani bilgiləri o insanlara gideceği yoksa E, mesajlar. Önemli değil. Nömrəni deyirsiniz. O email marketinq və SMS marketinqə keçir. O bizlə əlaqəli deyil. Onlar spesifik olaraq Narda, Azerseldə onların datalarını götürürlər və Azerseldə. Bax mən sizə öncəki dərsdə deyəsən göstərmişdim Notion'da CRM sistemi göstərmişəm sizə. Göstərməmişəm deyəsən. Yadında kaldı. Ola bilər göstərməmişəm mən başqa qrupda. O indi düzdür, dərsimizlə əlaqəli deyil, amma yenə də göstərim. Bax, mən nə edirəm? Mən sizə göstərəcəm. Təlimdə sizə CRM sistemi yığılmağını göstərəcəm. CRM sistemi nədir? Müştərinin datasıdır. Bu insan indi bu kurs CRM-indən söhbət gedir. Göstərmişdim deyə xatırlayıram. Hə. Burada müştərilərin dataları var. Bax biz bunları almaq üçün müştəridən biz potensial müştəri tərzində çıxırıq reklamlarımızı. Onu da göstərmişdim səhv eləmirəmsə. Müştərilərin nömrələrini almaq istəyirəmsə, mən potensial müştəri kimi reklam çıxırdım. Forumda oldu. Yadınıza düşdüyü hansını deyirəm. Müştərilərin datasını buradan götürə bilirsiniz. Və yaxud, gəlin hər hansı bir şirkətdən təzə gəlmisiniz SMM olaraq, deyirsiniz ki, mənə CRM sistemini ver, mən nömrə ilə reklam çıxacaq. Çox insan bilmir bunu. Mən bu günləri tipografiya şirkəti ilə görüşə getmişəm. Deyirəm ki, bəs sizdə nömrələr var. Deyir, hə, 1000-ə yaxın nömrə var. Deyirəm ki, bəs reklam çıxırsınız onlara. Deyir ki, elə şey bilmirik. Ya xəbərlər yoxdur heç Azərbaycanda elə bir şey olduğunu. Mən də şoka düşmüşdüm də. Ki, yəni sən necə bir marketinq menecerisən, biri ilə işləyirlər onlar ki, xəbərlər yoxdur. Biz Türkiyədə çox edirdik dostlar, nəzərinizdə olsun. Azərbaycanda da 200-lü nömrələrə çıxırıq. Heç bir bahalçılığı yoxdur. Eyni şey. Eyni funksiyada prosta nömrəyə çıxırsan da sən reklam. Yüksek ne kadar olursa böyle olur. Nə qədər qoysan o qədər çox götürəcəksən da nömrənin qabağına çıxacaqsan. Yox, bilin. Prosta siz təxmini qoyursunuz. Məsələn, 1000 dənə nömrə vermisiniz. 1000 dənəyə 3 günə də çıxa bilər, 4 günə də çıxa bilər. Aha. Aha. Ha, təbii ki də. Yəni sizin o necə? SMS değil. Reklam. Aha. Anlık değil. Bəli, bəli, təbii ki. Yəni o nömrə onsuz da alınıb. O bəzi məsələn şeydə də var. Facebookun içində də var. Deyir ki, bax bunu hazırlayanda, potensial müştərini hazırlayanda, deyir ki, mən deyir müştərinin datasını götürəcəm. Ha, sən icazə verirsən, yəni bu məsələyə. Sən icazəni verirsən orada ki, hə icazə verirəm ki, müştəri datasını götürsün. Çünki pis niyyətli insanlara getməsin deyə. Bilirəm, o məsələ Facebookun içində də var. Bu şimdi nədir məsələ? Hə, psixoqrafik. Psixoqrafik nədir? Onların həyat tərzləri, dəyərləri və maraqlarıdır. Biz target yığanda müştərimizi mən niyə görə targeting ilhamın şeyini hazırlamışam? Hazırlamışam ki, sizin üçün həmin o şirkətin məlumatlarını verəndə sizə psixoqrafik davranış qaydalarına uyğun şəkildə bir target yığsın. Örneğin deyirəm, biz target yığanda bu hissədə demoqrafik bilgiləri var. Görürsünüz, bax eğitimidir, finansal gəliridir. Bu ancaq Amerikadadır. Baxın, ABD yazır. Bax görürsünüz Amerikada. Amerikada vergi gəliri nə qədərsə onu hesablayır. Doğum günləridir, memləkətə uzaq ilişki yaşayanlar falan, bunun kimi detallar var. Çox detay var içərisində. Amma biz bir-bir bunu eləsək, yəni bilsək ölərik. Heç mən özüm də yarısını bilmirəm. Amma bunu necə edirəm, onu növbəti target dərslərimizdə görəcəyik. Bu belə. Bir də var ilgi alanlar. Bax, psixoqrafik dediyimiz proses, bax budur. İlgi alanlar, davranış var. Onlar nə düşünürlər? Məsələn, mən gedib kamp eləməyi sevirəm. Partilərə qoşulmağı sevirəm, misal üçün. Bu mənim psixoqrafik davranışlarımdır. Bir də var psixoqrafik davranışlar, bir də bir normal davranışlar. Məsələn, mən tez-tez bazar stordan alış-veriş edirəm. Tez-tez onlayn alış-veriş edirəm. Bax, bunlar da buradadır dostlar. Bunları hamısı ayrı-ayrı target dərsinizdə keçir. Bax, alış-veriş davranışı. Etkiləşilmiş müştərilər. Baxın, burada yazanda, bunu seçəndə normalda sağda göstərir. Bax, burada sağda göstərir ki, şimdi alış-veriş yap. Düzdür, ingiliscəsində buna now shop deyirlər də. Shop now'dur. Yəni tez bu düyməni basan adamlar olur, məsələn, reklamdakı bu toxunursan buna, gəlirsən alırsan. Həmin bu insan buna toxunan adamları analiz edir və ona uyğun şəkildə çıxardırıq. Bunu çox vaxt istifadə edirik. Yəni bizim həmişə targetlərimizin bir dənəsində olur bu. Baxır xidmətinizə görə dəyişir təbii ki. Davranışlardır bax. Facebookda
Facebook adminləri var, Facebook adminləri, bunun kimi şeylər təbii ki, dərslərimizdə keçəcək yenə də təlimdə. Məsələn, oyunlar, konsol oyunları, PlayStation oynayanlar, başa düşdünüz, nə bilim, bunun kimi şeylər. Bu bizim davranışlarımızdır. Bunun da detallı formasındadır. Demoqrafik göstəricilərdə bu müştəri pasport məlumatlarından bir növüdür. Bu uşaq bezi satan bir brend bütün qadınları deyil, 25-40 yaşlı yeni valideynləri hədəfləyir. Yəni sən uşaq bezi satırsansa, təkcə qadınları yox da, çünki ataları da alır axı uşaqlar üçün. Ona görə 25-40 yaş arasında təxmini uşaq bezləri ilə bağlı, uşaqlarla bağlı reklam çıxırsan. Məntiqinizi işlədəcəksiniz reklamlarda. İkinci olaraq çatdırılma xidmətidir. Bütün Bakı deyil, Gənclik metrosunun ətrafında çatdırılma edir. Nə etməliyəm? 5 kilometrlik ərazini Gənclik metrosunda seçməliyəm. Aşağı düşürəm, psixoqrafik ən vaciblərindən biridir. Baxın, bura qeyd eləmişəm. Ekolojik təmiz məhsullar alan sadəcə qadınlar deyil, sağlamlığına və təbiətə dəyər verən insanlardır. Düzdür? Məntiqlə də. Mən ancaq qadınlar seçsəm, nədir? Məntiq olaraq deyirəm ki, hə, qadınlar təmizdir, biraz kişilər biraz dağınıqdır. Ona görə nə edirəm? Qadınları seçsəm məntiqsiz olacaq. Çünki kişilərin də təmiz ekoloji sevən insanların qabağına çıxmamış oluram. Mən burada avtomatik müştərimi itirmiş oluram. Çıxmıram avtomatik. Bayırda endirim gözləyən və ya keyfiyyət üçün dərhal alanlar. Burada biz luxury ürünlərdən söhbət gedir. Lüks ürünlərdən söhbət gedir. Gözleyelim. Necə? Gidip gözleyelim değil mi? Endirimi az qalanda indirim Evet. pərakəndə indirim alanları. Kupon, diskontlar, endirim ilgiləri. Bunlar hamısı endirimli mağazalardan gedir. Endirim olanda avtomatik olaraq sizdə Facebook onu algılayır ki, endirim var, endirim kampaniyası avtomatik olaraq endirimlə bağlı mağazalara gedir. Pərakəndə, tək-tək satanlar deməkdir. Bunları seç. Məlumat gedir ki, endirimlə maraqlanan insanlar olur. Burada uşaqlar da var. Məsələn, çocuk yazım bir dənə. Anneli çocuklar, çocuk TV kanalları var. Məsələn, uşaqlara bir şey satırıq, analara bir şey satırıq ha, məsələn. Orada uşaqlara verilir telefonunu ki, gələ bax, səsini çıxartmayı. Həmin o telefona baxanda TV kanallarını seçəndə uşaq çocuk TV kanalları, Yumurcaqdır, Cartoon Network, analara birbaşa telefonunda uşaq baxırdı ya, analara reklam çıxırdı. Yəni belə-belə detallar var təbii ki, nəzərinizdə olsun. Belə. İndi gəlirəm buyer personaya. Bayaqları biz nə göstərdim sizə? Persona göstərdim. Bir də var buyer persona, yəni alıcı müştəri. Alıcı müştərini biz xəyali bir ürün quracağıq. Məsələn, indi biz praktika eləyəcəyik sizlə bərabər. Görüm fikirləriniz necədir? Birinci başa düşək ki, buyer persona nədir? Buyer persona deyəlim ki, xəyali bir dənə Aydandır, okey? Aydan Mustafayeva. Stil həvəskarıdır, tərz giyməyi sevir. Datası 32 yaşı var, marketinq meneceridir. Ailəsi olaraq subaydır. Bu çox önəmlidir. Subay və evlinin psixologiyası fərqli olur dostlar. Gəlir səviyyəsi təxmini 2000 azayındır. Lokasiyası Bakıdır. Psixoqrafik. İndi belə bir xəyali bir şirkət qururam. Sizdən də eyni şeyi istəyəcəm tapşırıqda eləyəndə. Mən bir restoranam, fit, yəni arıqlama üçün fit məhsullar satıram və ya yeməklər satıram. Okey. Hamısının kalorisinin hesabatını, hamısının belə deyim, detoks suları falan bunun kimi şeylər. Yəni fit ürünlər satıram. Mən Aydanın buyer person olduğunu, təxmini hesabatını bilməliyəm. Necə? Psixoqrafik. Karyerasında uğurlu olmaq, sağlam qidalanmaq və səyahət etməyi sevən biridir Aydan. Okey. Tamam. Bu süni intellektlədir. İndi datalarını tapmaq necə olur onu göstərəcəm sizə, narahat olun. Ağrı nöqtələri. Nahar üçün sağlam yemək tapmaq çətindir. Buna pain point deyirlər. Müştərinin ağrı nöqtəsini bilsəz, onu əldə eləmək 2-1-2. Bəli. Kontent dərsimizdə bunun tam dərinliyini görəcəyik. Sadəcə indi üstdən keçirəm bunu, nəzəri qismdir. İşdən sonra yemək bişirməyə vaxtı yoxdur. Tutmuşam temanı. Başa düşdünüz indi? Çox sadə. Bir dənə kampaniya başladacağam. Maaşı da qəşəngdir. Onsuz da mən buna desəm ki, məndə belə bir qəşəng bir dənə reklamım olmalıdır da, başa düşdünüz? Endirim yanında hədiyyəsi ola bilər. Kalorilərini tək-tək ayrı-ayrı saya bilərəm, başa düşdünüz necə ki, məsələn, toyuq göğsü, 200 qram toyuq göğsü bu qədər kalori, nə bilim brokolisi, nə bilim kökü, həzm sistemini yaxşılaşdırır.
Gecə narahatlığa icazə vermir. Nə edirəm? Ürünümü qabardıram, başlayıram ona satmağa. Çox sadə. Sizin üçün seçilmiş, kaloriyası hesablanmış sağlam yeməkləri qapınıza qədər gətiririk. Dastavkam var. İşdə oturdun 20 dəqiqə məsafədə gəlib çatdırıram. Avtomatik olaraq mənim reklamımı bu təqdimatımı qəşəng görməlidir. Altını çizirəm. Normal şeydir. Dieta ürünlər, dieta yeməkləri falan bunun kimi yox. Daha ətraflı işdən məsələn nə deyirəm? Bir dənə sizdən özüm deməyəcəm. Bir dənə mənə deyin ki, bunun qabağına necə çıxa bilərəm? Mənə bir dənə reklam başlığı hook deyin mənə. Hookdur, bayaqları qarmaq dedim də. Qısa bir 6-7 cümləlik də sözlük də desəz kifayət edir. Bu adamı, bu xanımı, Aydanı qabağına çıxmaq üçün mənə bir dənə hook deyin. Məsələn, qeyd edə bilərik ki, iş ünvanına yaxın bir mərkəzdə yerləşən sağlam qidalar satış edən bir filialımız var. Dastavkalarımız ödənişsizdir. Yaxınlaşıb filialımızda da qida almaq bilər və yaxud da ünvanını çatdırmaya bilərik. 7-24 işləyirik. Məni çəkməli. Məni çəkməli. Sözlər ola bilər. Aha, yemək bişirməyə vaxtınız yoxdur və yaxud Yok. sağlam qidalanmaq istəyirsiniz, misal üçün. Necə? O hə, o ümumi bir anlayışdır. Amma daha Yani, deyin. ben sizin başsınız. Aha. Ben sizin üzerinden bir şeydir. Biz sizin kalorinizi hesablaya bilərik. Biz sizin kalorinizi hesablayırıq. Bunun kimi belə vurucu sözlər var dostlar. Başa düşdünüz necə? Biz sizin sağlamlığınızı istəyirik. Məsələn, sağlam qidalana bilmirsiniz, misal üçün. Bax bunun kimi şeylər psixoloji olaraq siz onun ağrı nöqtəsinə toxunursunuz ki, mən Bu yönden başka meseleler var. Aysu, Hani mesela merkezde bir ne diyeyim ama bir yer var. Bir de onun var mı? Sağlam. necə? Zorlaştı da. Sağlam nələr? Sağlam bedeni sağlam. Sizin algıyla da idman var. Yəni bu Senin sırf idman edən adam nə edir? Sağlıqlı qidalanır. Şu var. Yerinde kalori çekmesi. Bu biz siz nedir sözləri dostlar? Əsas məsələ məntiqi biləsiniz. Onsuz da sözləri sonra biz tapacağıq. Sadəcə ağrı nöqtəsini bilin. Məsələn, əsas prinsip nədir? Sağlam qidalanmaq istəyirsiniz və çalışdığınız məsələn iş vaxtında mən biraz bu günə 3-cü dərsimdə dostlar belə toparlaya Bir bilərəm. ruh demək. Bildim, buyurun. Bu Pirus Fitness var. Aha. Instagramda. Bilirəm, qabağıma çıxıb bəli. Məsələn, əgər bir məhsul satırsansa, yeməyə, məsələn, çayla içməyə, Aha. orada bir reklam edir ki, əlindən bulma yeməklərdə dəyişiklik yapır. Yəni, həmin məhsulu belə bir şey şəkildə Dietik örnəyi göstərin. Huklarımız olacaq. Əlində yeməyi göstərəcəksən, deyəcəksən ki, tak toyuq göğsü, misal üçün 200 kalori. Misal üçün bu brokoli var. Siz də sağlam qidalanmaq istəyirsiniz. Vəsə. Yəni çox növü var da, yəni təqdimatın. İstəsən sözlə eləyə bilərsən, istəsən əyləncəli təzə təqdimat eləyə bilərsən. Bu artıq sənin brendinə bağlı bir məsələdir. Brend keçdi ya, ona bağlı bir məsələdir. İndi məlumatı hardan əldə edəcəyik? Sualımıza gəldik. Məntiqi başa düşdünüz? Yəni bunun ağrı nöqtəsini və məqsədini tapıb ona xidmətimizi satmaq. Bəs məlumatları hardan əldə edəcəyik? Keçdik bu suala. Mövcud müştəri, yəni CRM sistemimiz varsa, CRM sistemimizdən götürəcəyik. Yəni bir şirkətə girmişik, şirkətdən data götürmüşük, datamız var onun. İkinci proses. Anket və anket dediyimiz məsələdə anketlərimiz olacaq. Anketlərimiz budur ki, bayaq demişdim. Buyer persona, potensial müştəri dediyimiz proses, baxın buradakı potensial müştəri bölümü. Müştərinin anket dolduraraq müştərinin datasını almaq. Bunu mən nə edirdim? Süni intellekt təlimimə qoşulan insanların mən datası lazım idi. Gəlin sizə özümdən göstərim. Ödənişsiz bir dənə webinar keçirtdim. Ödənişsiz webinarda mən baxdım ki, mənim auditoriyam kimdir? Auditoriyamın kim olduğunu bildim və gəldim, müştərim üçün reklam qoydum. Bir dənə məsələ var. Bax, bu bizim hər bir sahibkarı alladan bir məsələdir. Burada var, gəlir reklama qoyurlar ki, bəs mən 0.40 qəpiyə reklam qoymuşam, reklam nəticələrim belə elə. Dostlar, bunlar palavradır. Yəni, yalan dolan məsələlərdir. Okey, sən qoya bilərsən. Mən də qoymuşam 0.53 bax, görürsünüz, o möhtəşəm deyə reklamı.
Görürsüz, bax gözünüzü xoş gördünüz 0.53. Amma mənə burdan neçə nəfər qeydiyyatdan keçib? Məsələ odur. 100 nəfər yazsın. Mən orada bir dənə qeydiyyat varsa mən ziyandayam və yaxud zərərdəyəm və ya mənim reklamım pisdir. Yəni buradakı məsələ sizi aldatmasın. Bütün sahibkarlar, bütün tələbələr öz reklamını özün qoy, nə bilim filan kəs, nə filan kəs. Yəni, yəni şəhər bazarı qalıblar da ağızlarına gələn hesabdan aparırlar. Amma mənə burada əsas məntiq 0.53 yox. Mənim bu reklamım isə SMM-ə qoyduğum 1.21-dir. Görürsüz, bax. Normalda pis deyil. 1.50-dən aşağı okeydir də, yəni normal sayılır. Amma mənim burada gələn tələbələrin 45 dənəsindən 40 dənəsi demək olar qeydiyyatdan keçib. Nəticə var. Amma mənim hal-hazırdakı 58 dənədən 4 dənə, 5 dənə mənə nəticə oldu. Düzdür, bunu təzə qoymuşam. Təzə reklamdır bu. Günlükdəki 5 dollardan gedir. 5 dolları 40 dollar, təqribən 15 dollar getməlidir səhvləmirəmsə. 3 günə yaxın gedir. Hələ bu 3-cü gün tamamlanmalıdır. Dərslərimizdə görəcəyik. Reklam 3 gün davam eləməlidir. Sənin alqoritm tapsın necə, kim necədir. Ona görə nəzərinizdə olsun. Anketlər. Bir də sosial media statistikaları. Sosial media statistikalarını mən metadan da göstərəcəm sizə. Metadan da baxa bilərsiniz. Siz səhifənizə girən insanlar olacaq. Səhifənizə girən insanları biraz bunu bastım, biraz qorxdunuz. Qorxmayın, onlar onsuz da bizə lazım. Bizə lazım olan hissələr, yəni məntiqsiz, mənasız yerlərə keçməyəcəm sizə, narahat olmayın. Gəlin belə eləyək, statistikadan göstərim sizə. Bizim statistikalarımız olur. Və bu statistikalar üzərindən gedirik dostlar. Nəzərinizdə olsun. Gözləyin. Məsələn, Instagramıma təqribi götürürəm də. Kimlər baxır, kimlər edir, mənim burada statistikalarımda göstərilir. Mən təbii ki, bunları indi sizə növbəti dərslərimizdə göstərəcəm. İndi lazım deyil. Sadəcə olaraq göstəreyim. Məsələn, hədəf kitləni seçmişəm. Hədəf kitləmiz nə idi? Targetlərimiz idi. Nə qədər insan bax, görürsüz, mənim səhifəmə baxan adamlardır. Bunların hamısı necə? Yaş aralığıdır, hardan baxır, hansı şəhərdən baxıblar, Bakıdır, Xırdalandan baxır, Sumqayıtdan baxanlar var. Görürsüz, bax burada mənim datalarımdır. Mən bu datalara əsasən buna soyuq kütlə deyirlər. Yəni tam bilmirsən məntiqi, amma sən bilirsən təqribi ki, nədir, nə deyil. Məsələn, istatistikadır da qısa olaraq. Burada mən səhifəmin özündədir. Bu mənim ümumi səhifədir. Eyləmlərdir bunlar potensial hədəflərdir falan filan. Bax burada mənim üçün 4.7 milyon, 5.6 milyon insan da var Azərbaycanda. Ürəyiniz istəyirsə baxın buradan tarixi seçə bilirsiniz. Amma böyük ehtimal aylıq olacaq. 11 martdan 10 Nisana bir aylıq şeyi göstərir mənə. Bunun amma qısa Instagramın içərisində olan bölümü var. Onu Instagram dərsində göstərəcəm. Orada bir həftəlik falan baxa bilirsiniz. 2 günlük, 3 günlük baxa bilirsiniz. Bu bir aylıq göstərir. Bu belə. Statistikalarımıza buradan baxa bilirik. Bir də rəqiblərdən. Rəqibləri analiz dərsimizdə görəcəyik. Müştərimiz əgər buradan, bu biraz daha dərindir. Səhifələri kimlər aktivdir, kimlər eləyir, girib bir-bir profillərə baxırıq falan. Bu biraz böyük segmentasiyalardakı şirkətlər eləyir. Amma biz də edə bilərik. Şərhləri oxuyuruq, kimlər nə yazıb, kimlər nə istəyib. Misal üçün örnek edirəm. Necə? Nədən narazıdır? Rəqib analizimizdə görəcəyik. Bizdə xüsusi rəqib analizimizdə. Nələri? Şərhləri falan. Şərhləri bağlamaq bir şirkət tərəfindən qorxu və yaxud geriyə atacaq sizi şərhi bağlamaq. Bir təsəvvür edin ki, engagement deyirik də, etkiləşim deyirik. Mən öz tərəfimdən deyirəm. İstəyirəm deyirəm. İnkişaf eləmək istəmirəm. Sən öz səhvlərini görmək istəməyən Yəni yox, problem deyil. Yəni dediyim kimi eləyə bilər. Bu məsələ o deyil. Mənə görə təsiri var. İndi bu özünə görə qoyub reklamımıza da eləyib. Çünki mən istəyirəm ki, mənə sübut verməlisən ki, bu şirkət yaxşıdırmı, yox. Bəli, buyurun. Yəni Azərbaycanın bu dəqiqə məşhur olan bütün səhifələr, çoxlular, ünvanlar. Məsələn, qarşıya bir qanun qoyulur. Sonra dəqiqələrdə məsələn, nə yazıqlar yazır, heç bir nizam yox, təhvil dolu 80%. Amma sürekli duş satır. Yəni bu da marketing bir növ yoxsa Azərbaycanda... Kolxoz bazarıdır da, mən belə bir şeyə sevmirəm. Yəni ürəyini, yəni eləyə bilərsiniz, satacaq. Belə bir brendləşmə var. Yox. Bilirəm, başa düşürəm.
Mən Azərbaycan bazarında İlyas var, balaca adam var, və onu da çıxardıb adamlar məşhur eləyə bilərsiniz də. Yəni Azərbaycan bazarı kolxoz bazarı kimi bir şeydir. Biz Türkiyədə elə şeylər eləmirdik. Savremennet tanıdırdıq. Bir kütləmiz var idi bizim, başa düşdünüz? Siz necə tanıtsaz brendinizi, o insanlar gələcək sizdən alacaq. Öz səviyyəmizdə. Məsələn, örnək göstərim. Mən əgər gəlib gülməli videolar paylaşsam səhifəmdə, mən məsələn nə edirəm? Daha belə luxury tərzində. İndi günlük uşaqlar bizim tələbələrimizin işləridir. Mən çalışıram ki, səhifəmi daha çox brend üzərindən gedib. Baxın, mənə burada gəlirəm, Dima Bilan mənə yorum zad atır. Necə? Ha, bilmirəm. Ola bilər də. Dima Bilan mənə Dima Bilanın qabağına çıxmışam. Bəli, bu. Problem yoxdur, buyurun. Akses verəcəm sizə. Yəni mən əgər saçma sapan loru dildə deyək, insanların qabağına çıxmaq istəyirəmsə, saçma sapan reklamlar göstərməliyəm. Eləyəcəksiniz, satacaqsınız. Yəni mən sevmirəm də belə təlxə şeyləri, açığı deyim. Siz yəni bu prosesdə ürəyiniz istəsə bir brend quracaqsınızsa hansısa bir şirkətin, adamın yanına gedirsiniz, deyirsiniz ki, bəs mənim şirkətim belə bir şey istəyir. Dondu kompüter. Şirkətim bunu istəyir, misal üçün. Satış istəyirəm. Satışı necə qaldıra bilərsən? Bir dənə xanım qoy qabağa, nə bilim bunları eləyək və yaxud gedib əməkdaşlıqlarımızla görüşlər. Yəni iki türlü qaldırma prinsipləri sunursan müştəriyə. Bir normal tərəfdən, bir də belə deyim, düzgün olmayan tərəfdən. Başa düşdünüz necə? Yaxşı bir şeydirmi? Mənə görə yox. İndi siz özünüz o prosesdə, o prosesdə qərar verin ki, necə bir şey istəyirsiniz, şirkətinizi necə brendləşdirmək istəyirsiniz. Reklamda mən də deyirəm. Hə. Kaliteli olur, kaliteli olur. O mən diqqətimi çəkmir şey. İlyasdan örnək götürəm. Adını qoyub ucuz ekspres. Onun kitləsi o insanlardır. Düzdür. McDonald's da əslində normalda bahalı firma deyil də. Normalda McDonald's demişdim sizə birinci dəfə bomujlar yeyir şeydə. Amma bizdə luxury sayılır. Yəni orayla buranı bir dənə müqayisə etmək düzgün deyil Azərbaycan marketinqindən. Başa düşdünüz? Məntiq bu. İndi gəlirəm sizdən bir dənə məşğələyə. Gəlin indi biraz beyinlərimizi işə salaq. Praktiki məşğələdir. Təhsil tableti üçün bir persona yaradacağıq. Təhsil tableti. İndi örnək göstərim. Demoqrafik bilgilərimiz Orxandır. Qayğışeş atamız var bir dənə. Atamızın 2 dənə övladı var. Biri 5 yaşında, biri 8 yaşındadır. Məqsədləri uşaqların inkişaf etməsi və texnologiyada faydalı öyrənməsidir. Qorxusu isə pain pointu, yəni. Uşaqların internetdə zərərli məzmuna baxmasından və ekrandan asılı qalmasından qorxur. Mən bu ataya planşet satacağamsa, necə satacağam? Mənə onun izahını qəşəng bir şəkildə verməlisiniz ki, mən onu alım. Etap gedək. Aha. Değil. Bəli, buyurun. Təminlik yazarız, uşaqların məsələn o lazım olan saytlardan qoruya bilərsən. Yəni belə bir şeylər təklif edə bilər. Çünki özün lazım Buna nə deyirlər? Valideyn nəzarəti. Valideyn nəzarəti mənim. Bəli. Bir növ nə deyirəm? Orxanın pain pointunun qorxusunu öhdələdim. Bəs məqsədinə çatmaq üçün nə bir təklif eləməliyəm ona? Mesela diyelim mesela tabii bizim işimizin yanında var reklam kimi edilir. Uşaqlarımızın təməli vaxtında nə bilim bu cümləyə gəldiyindən çıxdı. Planşet satıram, planşet satıram. Hə, planşet. Satıramazsan. Mən planşet satıram dostlar. Mən planşet satıram. Mən Orxan kimi bir dənə buyer personanın qabağına çıxmalıyım. Tədbiqi bir Nəyi? tədbiqi bilirsən, hətta planşet tədbiqi daxilindən deyil. Aha. Tədbiqi söyləyə bilirsən bir adam. Sən onu aldın məhsul. Və istifadələr deyil. Aha. Girişi yoxdur. Rahatdır, istifadə edib, ödənişini edib. Həm buradan da bunu. O dəyər təklifinin bağlıdır biraz. Biraz şey olmaq, məlumatlarla olmaq. siz onu mən istədiyim bilirsiz nədir? Mənə o reklamdan o insana planşeti satın. Reklamından. Siz onu bir ay sırayla aha.
hər hansı bir kursuna, tutaq planşeti alsanız, bir aylık kursuna, uşaqlarınız bir aylık kursuna gedəcək, belə bir şey Okey, eləmək dəyər olar mı? təklifidir, eləmək olar. Endirim bildiyimiz hər bir şeydir. Mənə lazımdır ki, fərqli bir şeylərdən başa düşdünüz. İnsan kompüter, başqa bir dənə Günay xanım siz demişdiniz. Bir şey deyəcəksiniz. Belə də ola bilər. Yönləndirmə. Marketi artıq telefona yönləndirə bilər. Okey, ona valideyn nəzarəti dedik. Valideyn nəzarəti demişik. Qorxusunu öhdələmişik. Bizə məqsədi lazım. Məqsədi nədir? Uşaqların inkişaf etməsi və texnologiyanın faydalı olmasıdır. Mən planşet satanda ona deməliyəm ki, sizə övladınızın inkişafı üçün proqramlar əlavə eləmişik. Öyrədici proqramlar əlavə eləmişik. Misal üçün 18 və məsələn də 18 çox oldu. Abituriyentlər üçün proqramlar əlavə eləmişik. Abituriyent uşaqlar üçün. Və yaxud burada kinoya baxan, YouTube-a baxan uşaqlar yoxdur. Uşaq kids dediyimiz məsələ var. Uşaqlar üçün proqramlar əlavə eləmişik. Yəni siz bunun məqsədinə də çatmalısınız. Ağrı nöqtəsini də həll eləməlisiniz ki, o insan tez bazar sizdən alsın. Sən onun o qorxusunu aradan qaldırırsan, amma məqsədi qalır ortada. Məqsədində də sən onu çatdırmalısan ki, mən bu planşetə sənin övladının inkişafı üçün proqramlar yükləmişəm. Başa düşdünüz məntiq nədir? Yəni sən təkcə pain point-dan getmə. Çünki bir nöqtəni bağlayandan sonra o birisi nöqtə açıq qalmasın. Hə, bu sizə praktiki məşğələdir. Bu da növbəti dərsimizdə nədir? Zərərli məzmun qorxusu, qabaqcıl valideyn nəzarət sistemi, boş vaxt itkisi, yüklənmiş təhsil proqramları. Başa düşdünüz məntiq nədir? Burada da sizin ev tapşırığınız olacaq. Eyni strukturda fərqli bir şey yoxdur. Ev tapşırığınız öz personalınızı yaradırsınız. Ad şəkil, demoqrafik məlumatlar, həyat məqsədi, əsas problemləri və sizin məhsul ona necə kömək edə bilər. Xəyali bir məhsul yaradırsınız və ya da öz belə deyim, şirkətinizdən də gedə bilərsiniz. Təbii ki, baxır şirkətə. Belə. Bu bir dənə time out verim, freshlənin. Hələ bir yarım saatımız da var. Yorulmamısınız? Okay. Bunlar nəzəri qismləridir. Növbəti dərslərimizdə artıq bunun dərinliyini görəcəyik. Süni intellekti istifadə edə bilən var. Reklam yerləşdirmə yeri ki, bizim növbəti dərslərimizdə olacaq. Bəli, birinci bilək ki, nə edirik, ondan sonra reklamı qoya bilərik. Aha. Bəli, müstəqil şəkildə. İstifadə edilməlidir. Anlaşıldı. Hamısı Instagramın telefonundan tutmuş TikTokuna qədər, Instagram, TikTok, telefon, LinkedIn hamısı yüklənir. Belə bunu mən oturub siz üçün bir-bir keçmirəm də. Onu atmışam, girib oradan özünüz baxın. Çünki bunu ayrıca dərs verməyin məntiqsiz olar. TikTokun reklam qoymağı, Instagramın telefonda reklam qoymağı yox, istifadə qaydası, orada proseslər var. Onlar hamısı var. LinkedIn istifadə yoxdursa, kimdəsə LinkedIn, onun istifadə qaydası var. Bir də əlavələr var, əlavələr. Onlarda Səhvən sadəcə durmazlıqdır. səhifəni qurmaq, burada hamısı var. Yəni dostlar, ümumiyyətlə yox dostlar, yəni səhifəni yığmaq deyilən bir şey. Mən sizə necə kontent öyrədirəmsə, etap-etap göstərirəm də. Kontent yığmaqda kontent hazırlayıb onun postunu yaradırsınız. Kontent hazırlayıb onun karusel postunu yaradırsınız. Kontent hazırlayıb onun videosunu hazırlayırsınız. Yəni bunu siz tərəfindən olur. Məsələn, mən sizə göstərirəm Drive-da örnək göstərim də bir dənə. Məsələn, TikTok telefon deyil, Instagram telefon. Burada mən göstərmişəm nəyi paylaşmaq necədir, paylaşanda nə edirsiniz, üstünə qapaq şəkli əlavə eləmək, highlights bölümləri falan filan. Yəni sizə tapşırıq verəcəm, o tapşırığı mənə gətirəcəksiniz, onu qoyacaqsınız Instagrama. Səhifə strukturunun yığılması ilə bağlı. Yəni o mən siz üçün eləmirəm də, yəni nəzərinizdə olsun. Bildiniz nə demək istəyirəm? Yəni mən sizə kontentin yazılma sistemini göstərirəm. Şəklin hazırlamağını da göstərirəm. Hə, təbii ki də, yəni mən yoxsa hamınızın bir telefonundan girib paylaşsam olmayacaq. Eləmək bilərsiniz. Təbii ki, mən mütləq şəkildə. Təbii ki, mütləq şəkildə. Yəni yox, siz dediniz elə mən dedim ki, yəqin mən edəcəm. Bax, bizim ikinci dərsimiz süni intellekt olacaq. Üçüncü dərsimiz. Bəli. Biz burada fərqli şeylər öyrənəcəyik. Nə deyirlər olar? Süni intellekt alətləri öyrənəcəyik. Hər birinin öz funksiyası var. Yaxşı funksiyası var. Məsələn, dizayn istəyirik də səhifəmizdə bir şey nə qoyacağıq ekrana? Ya video qoyacağıq, ya post qoyacağıq, ya da ki karusel qoyacağıq. Onun hazırlanması üçün sizin üçün belə bir
Ə, dizayner İlham qoymuşam adını. İndi bunun necə yaradılması lazımdır, süni intellekti necə demək lazımdır, başa salmaq lazımdır, bunu göstərəcəm. Əgər siz özünüzdən desəz ki, mənə misal üçün bir post hazırla, o sizə pis gündə post verəcək. Əgər siz desəz ki, mən belə struktur var. Süni intellektin prompt yazma strukturu var. İndi növbəti dərslərimizdə görəcəyik. Mənim də bir postum var, bilməm necə görmüsünüz yoxsa yox. Düzdür, burada postları burada düzəltmirik, amma niyə girmir bu? Postları burada düzəltmirik, amma yenə də sizə göstərim. Bugün 6 saat dərs demişəm, biraz beynim yanıb dostlar. Desəm bu deyil, amma bax, bir dəqiqə. Bu deyil. Hə, məsələn bu. Yəni mən çox dizayner tanıyıram ki, elə belə bir post yığa bilmir də hələ. Amma siz burada sadəcə olaraq 3-4 dəqiqənizi ayıracaqsınız maksimum. Sadəcə yazıb yapışdıracaqsınız. Sizə bir dənə belə bir postlar hazırlayacaq. Hətta mənim bir postumu baxın. Bəyəndiyim postlardan biri idi. Hansı? Bu mənəm, şəklimi vermişəm referans. Bu mevcut bölgəsi. Bunu keçəcəm dərslərdən. Nə struktur deyəcək, səhifənin strukturu. Bax budur. Yəni səhifə strukturunu yığıram. Bu mənim reklam postumdur. Hətta gəlin göstərim bax. Özüm də buradan istifadə edirəm. Yəni heç bir fərqli bir şeylərdən eləmirəm yəni. Bax bunlar mənim postlarımdır. Bax qoymuşam post. Geçen bir post satmak böyle şeyler değil. Yəni süni intellektlə inteqrasiya edirsiniz də, başa düşdünüz? Amma öz məntiqiniz də olmalıdır da, başa düşdünüz? Öz kreativliyiniz də olmalıdır. Təbii ki, bunu mən sizə göstərəcəm, dostlar, narahat olmayın. Çox maraqlı şeylər var. Məsələn, bax, gəlin göstərim belə. Girirəm Pinterest-ə, hamının bildiyi, bəyəndiyim fondu götürürəm. Heç uğraşmıram, ha, gəlib bunu save də eləmirəm. Ekran görüntüsü alıram. O qədər üşəngəc bir adamam da, başa düşdünüz necə? Gəlib bunu götürürəm. Buna düzdür, indi bir dəfəlik verəndə olmayacaq. Gəlirəm bunu başa salıram dizayneri. Bax burada dizayner eləmişəm ha bu bunu. Onun məntiqi bilir də nədir. Necə targetoloq el bilirdi ya. Bu mənim assistentlərimdir dostlar. Çox böyük şeylər var. İndi mən beyninizi çox doldurmaq. Mənim məsələn Proxysys var. Bunları mən sizə verirəm promoyu, öyrətmirəm, promoyu verirəm yəni. Bunu öyrədirəm təbii ki, sadəcə bunları özüm yaratmışam. Bir də bunu hələ təlimini keçmirəm mən. Hələ Azərbaycan buna hazır deyil. Yəni bu nədir? E, bağlayıram bunu kompüterə. Süni intellekt mənim özü kompüterim içərisində özü hər şey eləyir. Yəni hə. Yəni basit versiyasını deyim, ChatGPT-nin özündə agent modu var. Yəni deyə bu agent modudur. Örnək edirəm də deyirsən ki, məsələn, gir mənim Gmail-larımı təmizlə və yaxud nə bilim nəsə. Onu icazə verirəm. Məsələn, Canva-da get post hazırla falan. Bu geri eləyir. Mən də Photoshop-u falan bağlamışam buna. Bu geri eləyir. Yəni özün oturursan özü hər şey eləyir də sənin üçün. Ödənişli versiyasında da, hə, bəli, ödənişsiz də. Bu da buna bir şey adını deyim, Perplexity. Bu Perplexity-də bunu istifadə edirəm. Bu spesifik olaraq bütün süni intellekt alətləri var burada. Məsələn, bu mən ayrıca almışam, sırf bunu istifadə edirəm. Belə. Keçək dərsə. Bu süni intellekt dərslərimizdədir. Ekstra oluyor. Azərbaycan hələ bunu keçmirəm ümumiyyətlə. Bu hələ ki ya bilsiz necə bir şeydir dostlar. Gələn adam qorxur. Elə bir şey eləyə bilməyəcək. Əslində çox basitdir. Bir də məntiqin biləndən sonra eləyəcəklər. Yəni özlərini çox qorxudurlar. Necə? Reklam hazırlamaq. Onu siz spesifik meta API qoşursunuz. API-yi ondan sonra biraz bildim, amma biraz hoqqadır da belə deyim, loru dillə. Ona görə heç girməyin o temalara. Onları biz N8-lə düzəldirik falan. Satacağam, mən şirkətlərə satacağam. İndi az qalıb. Tikinti şirkəti ilə danışıram. Ona bir layihə satacağıq. Deməli nədir məsələ? Keçdim dərsin. Bura kimi beyninizi təmizləndi. Deyədiyim, oxuyacağınız dərslər var, slaydlar. Bu ekstra məlumatlardır. Özünüzə bağlı bir şeydir. Mən sizə əsas prinsipləri göstərmişəm. Oxuyacağınız BTL, LTL, TTL kampaniyalarıdır. Bu ekstra bir məlumatdır.
Ben keçəcəm sizə marketing funnel, bir də push and pull öyrədəcəm. Orada içərisində var məntiq. Bunu da istəsəz oxuya bilərsiniz. Push and pull məntiqi budur ki, marketinqdə belə edirik. Yəni qabağa çəkirik. Giririk kiminsə məsələn örnek edirəm, məsələn bunu göstərim. Gəlirəm bura yazıram ki, hə, nə bilim bizdə də bu xidmətlər var falan filan. Başlayıram kommentlər yazmağa, insanlara rəqiblərin müştərilərinə DM atmağa, başa düşdünüz necə? Bu push deməkdir, yəni itələmək, marketinqi itələmək deməkdir. Pull isə spesifik olaraq sizin Google-da yazdığınız sözlərdir, telefondur, telefondur, bunun kimi şeylərdir. Bunlara da pull deyirlər. Yəni dartmaq, çəkmək özünə tərəf. İki növ də ayrıdır. Bunları ekstra oxumağınız kifayət edir. Ürəyiniz necə istəyir? Bunlar da məlumatdır sizin üçün. Biz bu günləri marketing funnel keçəcəyik. Bundan sonra bir dənə beynimizi freshləmək üçün reklamlara baxacağıq, ondan sonra bitiririk. Narahat olmayın, bilirəm yorğunsuz. İnanın mən də keçinirəm bu dəqiqə. Okey, getdik. Deməli, 4 pilləli marketing qıfı deyirlər. Qıf bildiyimiz. İngilis dilində funnel deyirlər. Türk dilində isə huni deyirlər. O süzürləri bildiyiniz o tərzdə. Bunun üst tərəfi var, orta tərəfi var və bir alt tərəfi var. Burada sadiqlik, loyalty də ən sonda burada süzülür yəni. Biz müştərimizin həmişə qabağına çıxmaq üçün həmişə bizim bir strategiyamız olur. Birinci olaraq biz tanıdırıq. Hər kəsə baxış yığdırmağa çalışırıq. Ucuz reklamlar demişdim sizə birinci dərsdə. Ondan sonra həmin o insanın qərar vermə aşamasına gəlirik. Daha sonra ona satışımızı aparırıq. Buna huni 3 aşamalı deyilir. Ən axırıncı loyalty-dir, axırıncı olan. Loyalty-də sadiqlikdən söhbət gedir. Sən müştərini almısan, keyfiyyətini göstərmisən və yaxud keyfiyyətin yoxdur, onsuz da səndən bir də almayacaq. Bəli, daimi müştəridən. Artıq sən ona məsləhət görsən, dostluğu falan filan. Dost, yəni müştəri gətirir. Mənası bax burdadır. Keçim aşağı hissəyə. Bizim bir strukturumuz olacaq. Bu strukturda biz marketinq qıfının nəyə görə önəmli olduğunu biləcəyik. İstiqamətimizi düzgün şəkildə aparacaq. Ölçmə prinsipimiz olacaq və effektiv olduğunu görəcəyik. Əgər bu istiqamətdə getməsək, bir xaosun içərisinə düşəcəyik. Müştərimizi tanımayacaq, o buyer persona dediyim prosesdə var idi. Müştərini tanımayacaq, ölçə bilməyəcək və effektivimizin necə olduğunu bilməyəcək. Ona görə bizim 4 aşamamız var. 4 aşamazdan biri bilinirlik, ingilis dilində awareness olaraq gedir. Qiymətləndirmə, consideration, yəni markamız haqqında məlumatlıq yaradan ən geniş mərhələlərdən biridir. Buna soyuq kütlə deyirik. Birinci olaraq tanıdırıq insanlara, car çəkirik. Mən loru dildə car çəkmək deyirəm. Car çəkmək. Qiymətləndirmə, consideration deyilir. Müştəri markanın rəqiblərdə müqayisə etdiyi an, yadınızdadır, biz yuqarıda nə dedik? Kontakt yoxsa irşad ikisinin arasında qalmışdı. Və dönüşüm, conversion, qərar qəbulu və real alış-veriş mərhələsindən söhbət gedir. Artıq biz müştərini burada ələ keçirməyə prinsipimiz gedir. Burada tuturuq, burada ona satırıq. Əgər şübhə içərisində qalırsa, müştəriyə bir şey təklif edirik. Bu bizim marketinqdə də B2B satışlarımızda, üz-üzü satışlarımızda da bu önəmlidir. B2C-də də, yəni uzaqdan satanda da önəmlidir. Məqsədimiz, dediyim kimi, bunun çox üstünə qalmayacağam. ATL var idi ya, bayaq demişdim. ATL, BTL, TTL kampaniyası. ATL kampaniyasında biz bütün strategiyamızı insanlara tanıtaraq beyinlərinə girməyə çalışacağıq. Bu bizim TV reklamlarımız ola bilər, radiolarımız ola bilər. Xəzər TV-də biznes mərkəzi var. Onun şeyini biz qurmuşuq Azərbaycanda. Bəlkə də bilərsiniz, bilmirəm. Biznes mərkəzi klubu. Sahibkarlar belə gəlirlər, toplaşırlar, bütün sahibkarlar öz brendlərini tanıdırlar. Görmüsünüz elə bir şey, qabağımıza çıxmayıb. Onun strategiyasını biz qoymuşduq. Etibar qazanma, qiymətləndirmə çox sadədir dostlar. Yəni bunlara açıq çox detallı girməyəcəm. Məntiq budur ki, sən müştərinin bir etibarını qazanmalısan qiymətləndirmə prosesində. Necə? Sən ona ya kredit təklif edirsən, ya hədiyyə təklif edirsən, bayaqlar dediyim kimi. Qiymətləndirmə kanallarımız nələrdir? Facebookdakı reklamlardır. Display reklamları, display nə idi? Remarketing. Remarketing nə idi? Sual verin. Siz öncəki dərsdən bilənlər. İşlədiyi müştərilərə yenidən Görürsünüz, baxın, remarketing. Mən utandırdınız bu dəqiqə məni bu dəqiqə. Facebook reklamları. Görün, ikinci dərsdə bir gündür
Facebook reklamları, bildiyimiz Facebookdakı hədəf auditoriyada qərar vermə aşaması, display marketing bizim həmin o insanların qiymətləndirmə aşaması. Biz bir dəfə reklam qoymuşuq, təzədən o adamı reklam qoymaqdır. Email marketing bizim email marketinqlərimizdir. Növbəti dərslərimizdə, öncəki dərsdə görmüşdük. Bizə lazım olan hissə bu iki hissədir. Baxın bunlar. Dönüşüm conversion qərar vermə aşamasıdır. Bildiyimiz qərar vermə prinsipimizdir. Fokus kanalları Google axtarış reklamlarıdır və yaxud BTL dediyimiz məsələdir. BTL nə idi? Oxumamısınız onu bilirəm. Çünki biz yadımdan çıxmışdı. Çünki dərsi verməmişəm sizə. Gedib evdə oxuyarsınız. BTL below the line, yəni xəttin aşağısında deməkdir. ATL isə xəttin üstündə deməkdir. Bu bizim ölçülə bilirliyimizdir. Yəni müştəriləri ölçə bilirik biz. Bayaqları nə göstərdim bax? Gördünüz, bax buradan harda neçə yaşı var falan filan. Bax biz bunları marketinq funnelını birinci nə edəcəyik? Bir dənə geniş bir reklam qoyacağıq. Okay? Baxın awareness tanıtım qoyacağıq. Sonra mənim o reklamıma kimlər baxıb onun analizini edəcəyik. Yox, test eləyəcəyik, yoxlayacağıq, testing eləyəcəyik. Ona görə biz funnel deyirik. Birinci geniş bir kitlə qoyacağam. Sonra o geniş kitləni götürəcəm onun datasını. Satış yönümlü bir kampaniya yaradacağam. Sonra satış yönümlüdə kimlər məndən almaq istəyib? Bax, məsələn, nə dedim mən? Bax, 45 nəfər, 58 nəfər düzdür. 3 dənə reklam qoymuşam fərqli. 1, 2, 3 dənə ayrı reklamlar qoymuşam. Bunları başa salacağım sizə. Hə. Bax, $5 gedir hamısı. Bu reklamlardan kimlər mənə yazıb, bunları analiz eləmək üçün birinci baxıram. Baxın, görsün, məsəl üçün bu yaşları falan filan. Daha sonra gəlirəm bu hissədə həmin bu insanların qabağına çıxmaq üçün kampaniyalar yaradıram. Görürəm ki, hə 18-24 yaş arasındakı psixologiya fərqlidir. 24-34 yaş arası insanların psixologiyası fərqlidir. Onlar üçün bir dənə kampaniya yaradıram və onlara promoy satıram. Bu da bizim funnel dediyimiz prosesdir. Başa düşdünüz məntiqi? Sual olan var. Axırda da mən nə edirəm? Loyalty. Siz kursa qoşulmusunuz. Məndə 2 dənə servis var. Biri sosial media marketinqdir, bir də ki süni intellekt. Mən sizi təlimdə elə aparıram ki, siz süni intellektə təşviq olunursunuz. Növbəti dərsənizə görəcək. Hiss olunur, hə? ISO. Gördünüz məntiq nədir? Özünüz artıq tələyə düşürsünüz. Bu da isə marketinq. Bəli. Bu da loyalty'nin açıqlamasıdır. Yəni sizdə öncəki dərsdə də demişdiniz, bəziləri demişdi ki, bəs qoşulmamışıq dərsə. Yadınızda da o məsələni demişdiniz. Hə, o endirim, əslində endirim yoxdur falan tərzindən. İndi səsinizi çalmayın, qoşulmayanlar var. Hə, dəyişə eləməmişsiniz. Hə, bu da belə. İndi bir dənə freshdən artıq bu hədəf kitlə, BTL bunları artıq eləyərsiniz. Bir də brend kimi düşünmək var. Bunu istəmirəm keçim, görürəm ki, beyinlər yanıb, yavaş-yavaş hiss olunur, biraz yuxumuz var. Bunu oxuyarsınız dostlar. Bu brend sadiqliyi ilə bağlı bir şeydir. Etibar yaratmaq, yadda qalmaq, sonra şəxsi brendinq, şirkət brendi necə olur, onların ayırmışam. Sonra səliqəli vizual, biz struktur quracağıq. Bax, mən nə etmişəm? Bax, buradakı tikinti şirkəti, mənim tikinti şirkətim, tikinti ilə AI-yi birləşdirmişəm. Bax, girən şəxs bunu desən göstərmişdim sizə səhvlənməmişəm. Girən şəxs bir qəşəng struktur üzərindən gedir. Ağ-qara, görürsüz, səliqəli şəkildə. Və mənim müştərilərim də o insanlardır, mənə o pul verənlərdir. Yəni mən burada 1000 manatdan aşağı sifariş götürmürəm. Mənim paketlərim var, paketlərimi hazırlamışam. Müştəri nə edir? Məsələn, gəlirdi ki, mənim şirkətimdə belə bir regal rezidans, bax bu. Bax. Bu göstərməyin ən təsir. Hamısı süni intellektdir, heç bir şey yox. Evdə oturmuşuq, iş görürük. Süni intellektlə azalır. Bir zaman görsün. Sizə Yox, bu süni intellekt dərslərindən. Necə? Ha, yığa bilərsən, süni intellektlə yığılır da. Prosta süni intellekt dərsinə girmək lazımdır. Bax, səs. Görürsünüz, bax, gəlib müştəri mənə bunu təqdim edib. Bəli. Təqdim edəcək. Mənə istədiyi proqram qurmuşam. Mən o proqramdan istifadə edə bilmədim. Yəni səsini mən verdim, mən bizim dildə yəni oxuya bilmirəm. Hə, o da bizim süni intellekt dərslərimizdə olacaq. Bax, o düşüncədə. Sizə süni intellekt dərsində göstərəcəm, narahat olmayın, zarafat edirəm. Yəni o. Dördüncü dərs 3-dən 4-də göstərirəm dostlar. Üçüncü dərsdə daha prompt yazmaqla, dördüncü dərsdə səsləndirmə göstərəcəm. Düzdür, tam professional variantını yox. Bir aşağı variant.
Ne diyorlar? Onu artıq süni intellekt dərsində ikisi. Dostlar elə olmur da. Hər şeyin yeri var. Yəni biz çörək yeməyəkmi? Ac mı qalaq? Hə. Siz də qoşulun, yeyin də çörəyi. Mən nə deyirəm ki? Bəli, mən sizə basit variantını göstərəcəm, ödənişsiz versiyasını. İstifadə etdiyimiz ödənişli versiyadır da, hə. Göstərəcəm, narahat olmayın. Siz də səsləndirmə edəcəksiniz. Necə? Yəni bizdə produkt videoları falan olur. Hə, yəni demək istədiyim məsələ nədir? Struktur şəklində səhifənin yığılması bax budur, məsələn, gördünüz. Səliqəli, vizual görün. Hamısı, yəni heç bir dizaynın əlimi də belə işlətməmişəm də belə özüm girim. Hı -hı. Aha. Təbii ki. Nöşün də eləyənməsiz. Ya stok videolar qoyub arxasına fon səsləndirmə də eləyə bilərsiniz. Təbii ki. Bax, sizin kimi bir dənə ingilis dili müəlliməsi tələbəm var. Animasiyalarla uşaqlara ingilis dili başa salır. Süni intellekt. Dərsdə keçmişəm də, dərsdə hamısını onsuz da götürdüm. Ha, yəni eləyə bilərsiniz. Rus dilində hərflərdir, rus dilində heyvanlardır. Məsəl üçün göstərərsiniz atı, nə bilim pişik, qoşqa, moşqa. Təbii ki. Yəni görürsüz beyniniz avtomatik olaraq süni intellektlə nələr edə bilərsiniz? Yəni təxəyyülünüz çox genişdir. Süni intellektin limiti yoxdur. Hə. Mən sizə hamısını göstərəcəm. Artıq tətbiq forması sizdədir dostlar. Onu mən eləyə bilmirəm təəssüf. Hə, təbii ki, təbii ki. Dostum, narahat olmayın. Yəni mən burada xəsis bir insan deyiləm. Yəni inanın ki, bir müəllim sizə gedin bütün hamısına əminlik verə bilərəm. Çünki mən rəqib analiz eləmişəm də, siz də yəni rəqibləri analiz eləmişəm, SMM müəllimlərini. Heç kəs öz targetini göstərmir. Ki nə qoyubmuşam. Başa düşdünüz? Ona görə rahat olun. Mən onu göstərirəm. Ki, yəni mən targeti necə yığıram, necə şey edirəm. Üstündən keçirlər də ki, hə, mən onsuz da demişəm də, yəni sabah birisi gün mənim adımı daşıyacaqsınız. O prava məsələsi də, hə, o prava məsələsi olmasın da, yəni. Belə. Mən nə göstərdim? Hə. Brendlə bağlı göstərirdim, sonra bitirəcəm. Bayaqlarda səliqəli vizual, bayaq göstərdiyim kimi eyni ton və üslub, daha mən rəsmi formada aparıram mənim o tikinti yayı. Ardıcıllıq mesajlar. Yəni siz bir kontent yaradırsınızsa, başqa kontentlərdən getməyin. Çünki alqoritm başlayır dağılmağa. Siz çalışın bir məlumat verici bir səhifə açmısınızsa, məlumat verici səhifədən gedin. Influencer eləmisinizsə, influencer tərzində gedin. Yəni mən məsələn nə etmişəm burada? ISO qısa. Yəni nəsənsə niş mövzun nədirsə ondan get. Çünki Facebookun mənim hal-hazırdakı buradakı bütün səhifədə indi 161 izləyicim var. Təzə açmışıq. Amma müştərilərim çoxdur. Mən nə olsun 161-dir, amma geri tapır da, başa düşdünüz, özü gəlir yazan. Mən heç reklam qoymadan da artıq onun qabağına çıxa bilirəm. Mənə lazımdır o. Başa düşdünüz məntiq nədir? Ancaq tikinti səhifələridir və tikinti səhifələrinin qabağına çıxır. Ha, nə qədər? Bəs onu deyirəm də, yəni göstərim də şey edirəm ki. Mən şeydir də, isbat, sübut, sosial sübut, bayaq başa düşdünüz necə? Sosial sübut, nə istəyirsiniz göstərim siz. Bax, 42 dənə mesaj gəlib. Bura 8 dollardan 43 dollarlıq xərcləmişəm. Geri, hə, indi onu deyirəm. 5 dənə nağdı müştəri gəlib buradan mənə. Yəni, hə, indi 1000 manat necə 1000 manatdır? Buradan 2 dənəsi 1000-dir, 3 dənəsi də tək-tək sifarişlər verir. 200 verir də, tək-tək verir. Qoymuşam, reklamla gəlib. Ha, bəli. Amma məsləhət görmürəm, onları reklam dərsində göstərəcəm. Çünki öz başına fırladır o pulu. Mən bayaqla demişdim, 5 dənə 10 nəfər yazıbsa, onların ikisi mənə mesaj yazıbsa, bu pis bir şeydir. 10 dənəsindən 5 dənəsi yazıbsa yaxşıdır. Amma Facebook onu bilmir deyə məndən neçə nəfər alıb deyə. Özü elə paylayır deyir ki, yaxşı gəlir 10 dənə mesaj, qoy ona verin pul. O müddət 2 gün, 3 gün. Aha. Bunlar üçün sizin vaxtlara qoyduğunuz reklamın vaxtını təyin edin. Olur. Bəli, təbii ki. Bəlkə aralıqsız da indi. Bəli, təbii ki eləmə. Limit qoymayın. İstədiyiniz vaxt saxlayarsınız özünüz. Aha, bildim. Yəni elə olmuş.
Yani bu farklı bir bağlamasını siz evet. Ona rule deyilir. Əslində var, amma Aslında bir yani. özünüz bağlamağınız məsləhətdir. Orada rule bölümü var. Yəni rule nədir? Qayda qoymaq. Ona ki, qayda qoyursan. Həmin reklamın misal üçün 3 dollardan yuxarı qalxanda saxla reklamı. Mən məsləhət görmürəm açıq olana, çünki təlimdə keçməyəcəm onu. Çünki baş qarışıqlığı çox qarışıq bir sistemdir. Onu özünüz girib bağlamağınız kifayət edir. Yəni onu da eləyin də. Girib özünüz bağlayın yəni. Böyle çok beraber şanslısınız. Seçə bilərsiniz. Nə ürəyiniz istəyir eləyə bilərsiniz. Aha, seçə bilərsiniz. Məkan dediniz nə? Bölgə? Hə, ərazi seçə bilərsiniz təbii ki. Hətta istəmədiyiniz əraziyə də çıxmasını da istəyə bilərsiniz. Yəni o əraziyə çıxmasın. Misal üçün Sumqayıta çıxmasın reklam. Qoymusunuz geniş bir dənə ərazi, amma Sumqayıt istəmirsiniz də, spesifik seçmək olur. Brendin səsi. Mən bayaqlar bunları göstərmişəm. Çox üstündə qalmayacağam. Bunu oxuyarsınız dostlar. Bunlar bayaqları mən sizə demişdim, yaradıcı, etibarlı, geyindiyiniz paltar, insanlara xitab eləmirsiniz. Bunu amma mütləq şəkildə öyrənin. Çünki biz ChatGPT-yə biz brendimizin tonunu deyəcəyik. Deyəcəyik ki, mənə səmimi tonda alt mətnlər yaz, mənə səmimi tonda bir qrafik dizayn hazırla, başa düşdünüz? İnsanlara xitab eləyəcək. Ona görə bunu öyrənin. 3 dənədir, çox basitdir, öyrənməyimiz kifayət edir. Belə, bugünkü dərsimizin buyurun. ChatGPT personasını. Hə, onu göstərəcək. Yəni bura kimi slaydlarımız bitdi. Gəlirəm ChatGPT-yə. ChatGPT-də normal olaraq sizdən prompt strukturu var normalda, amma sizdən bunu istəməyəcək. Sadəcə olaraq gələcəksiniz, deyəcəksiniz ki, bəs mənim şirkətim bunun normalda strukturu var dostlar. Mən də növbəti dərsdə göstərərəm. Mənim şirkətim misal üçün hədiyyəlikdir. Dükandır. Mənim üçün 3 ədəd buyer persona yarat hazırla deyə. Nöqtə. Gəldim, mənim şirkətim hədiyyəlik dükandır, mənim üçün 3 ədəd persona hazırla. Son dəqiqə qəhrəmanı İmbo gör şəkil məkildə verib sizin üçün. Persona daha çox kişi, işçi və freelancer, psixoloqrafiklər, məqsəd, ağırlıq nöqtələri nə alacağını bilmir, vaxtı yoxdur. Paketləmə və ilə məşğul olmaq istəmir. Misal üçün, gəlirəm estetik qız, bir dənə xanım, 18-30 yaş arasında xanımlar. Influencer'dır, SMM-dir, studentdir, vizual çox önəmlidir. Məsələn, onlar üçün qəşəng vizual hazırlamalıyıq. Bu, mən indi hədiyyəli dükan elədim də, bunun üçün fərqli-fərqli eləyə bilərsiniz. Bu da bizim buyer personamızdan ibarətdir. Nə alacağını bilmir, kişilərə məsləhət veririk ki, bəs sevgilinizə nə alacağınızı bilmirsiniz. Tak, bir dənə ürün çıxardırıq, onu maraqlı. Xanımlar üçün fərqli növlərdə. Bunun kimi buyer personadır. Sadə, başa düşdünüz? Çətin bir şey var. Məntiqin bildiyinizdə nəyə görə biz eləyirik bunu? Şirkətimizə həmin o insan niyə alacaq bizdən? Onun üçün ağrı nöqtələrini hazırlamaq. İndi özü üçün şəkil düzəldir. Bu belə. Bir dənə indi sizin üçün sonda yormayacağım. Bir dənə beynimiz rahatlaşsın deyə Azərbaycan reklamlarını eləyəcəm. 2011-ci ilin bir dənə reklamını açacağım sizin üçün. Azərbaycanın reklamı. Görən var bu reklamı? Tanış gələr. Yəni mən çox köhnə deyiləm, amma bilirəm yəni. Yəni Bizim bir teşvik var mı? Bir masanın sistemi var. çox pis reklam deyə. Prosta tamam gəl. Məntiqin başa salacağınız. Senin ilk süreci yalnız alırlar. İndi diplomattan bakmaya gelirler. Hə, o vaxt 3G təzə çıxmışdı və ilk dəfə də nar eləyirdi və narda götürdü Azərbaycanda məşhur 2011-ci illərdə çox partlayış bir reklam olub Azərbaycanın narının, o vaxt narı, indi istifadə edən yoxdur narı. Yəni gedin neynədi? Avtomatik olaraq məşhurların birini seçdi və onun üçün reklam qoydu. Buna BTL reklamlar deyilir. Yəni məşhur TTL ilə BTL reklamları sayılır. Nə edir? Bir məşhuru tapır, o məşhur üzərindən öz produktunu tanıdır. İndi bunu influencer'a çevirdilər də, başa düşdünüz? İndi influencer marketinqə çevirdilər. Bu da sizə örnəklərdən biri. Bir dənə də reklam göstərəcəm. Bu da xarici reklamdır.
Hətta o birisi reklamı göstərməyim. Ən bəyəndiyim reklamı göstərəcəm sizə. Ben de reklamlar yapıyorum. Seçkiler arasında biliyorum. Ben artık 18 yaşındayım. Bu işte değilim. Hə. Bəli, bəli. Görürsüz mesajı necə verirlər? Seçkilərə çəkmək üçün adamlar. Bir dənə isə indi pain point-dən götürəcəm. Pain bu ağrı nöqtəsindən götürəcəm. Bu da nədir? Bax, bizim Bəhram bəy Ciletin baş sponsoru. Nasıl olur? Ben ama ben açayım mısın? Ben oradan gelin düşün. Sana bak ya. Kamerayla konuşmak istiyorum. Çünkü çok sıcak. Türkiye bağlı. Tamam bir mi? Ya da heyecanlanır. Bir bu tepeye bir toyu atlarını aslanlar sayıyor. Ben bir tur evde besliyorum. Çok güzel. Necə? O kadar saatlerdir ki ilk erkekler. Sınav. Böyüyün sözünü kəsmək. Hə, mikrofonu bağlaya bilərsiniz, zəhmət olmasa, Gülay xanım. Deməli, məsələ nədir? Fikir verdinizsə, reklamlara fikir verin. Bax, pain point götürüblər. Bir toydur, başa düşdünüz nədir? Görün reklamın necə psixoloji dərin. İndi biz marketinqçi olanda, dostlar, reklam görəndə tiksinirəm də, başa düşdünüz? Çünki beynim ancaq onun necə funksionallığına işləyir ki, yəni bunlar kimə xitab ediblər. Ona görə nə edir? Avtomatik olaraq burada Beren saat deyirsən. Beren saat başqası idi. Berna. Hanı bu? Buradan da. Bərna xanım Azərbaycandakı toya gəlir falan. Burada Bərna Laçını götürüblər reklamda. Sonra bizim Azərbaycandakı kültürlü toyu, Balatka toyuna götürüblər. Sonra reklamları da Fairy ilə onu birləşdiriblər. Hə, başqa Fairy reklamları var da. Ay soğuk. Bu spesifik elə türklərdən götürülmə şeydir. Ramazan ayında hamı nə bilim Fairy ilə bağlı falan filan belədir. Nike göstərmirəm biraz uzundur, amma mənim ən sevdiyim reklamlardan biri Volvo-nun reklamlarından biridir. Hə, yəni bu şedevrdir da, yəni dostlar. Yəni bir reklam möhtəşəmliyinə baxın da bir dənə. Baxın. Necə? Və mən neçə il sonra xəbərim olub ki, bu maşınlar arxa-arxaya gedirmiş. Hə, mən bunu sonradan bilmişəm ki, bu maşınlar arxa-arxaya gedirmiş. Qabağa da gedmir ha, söhbət ondan gedir. Lazım. 2013. Ha, dostlar, bu da güvən verən reklam türlərindən biridir. Maşına deyirlər. Üstələr. Onu görməmişəm. Hə, indi çəksələr deyərlər süni intellekt. Başa düşdünüz necə? Bunun bir dənəsi reklam, özümü qoyacağam, yaxşı yadlasın. Özüm üçün bir dənə reklam düzəldəcəm belə. Hətta bunu kopyalayım, atım bizimkilərə, bizim qrupa, AI komandamız. Necə? Ha, elə o da elə, o ağlımdakı odur. AI ilə düzəldəcəm, prosta özümki SMM ilə düzəldəcəm ki, belə. Mən yaxşı yadlaşdı, belə ilhamlandım baxanda. Belə dostlar, bugünkü dərsimiz bu qədər. Kursu ikisi də gedirlər, hə. Arxa-arxaya gelirlər. Bax, bu çox qəşəngdir. Qəşəng ideal. Mən görürsünüz, məsələn, mənim də etkilərinəm qruplar. Bu kreativ qruplar mənə çox ləzzət edir, dostlar. Tələbələrim var, maşallah, çox kreativdirlər. Süni intellekt, bayaqlar siz kim gəlmişdi? Siz gəlmişdiniz deyəsən, siz də gəlmişdiniz. Onlar son dərsi idi süni intellektdən. Çox qəşəng videolar çıxardılar, halal olsun. Onları da işlə təmin edəcəm. Qrupda yaxşı ev tapşırığı eləyənlər. Nəticələrini görəndə birbaşa nə qədər şirkətlərlə, əməkdaşlıqlarla göndərirəm. Gedirsiniz orada. Təbii ki, yenə dediyim kimi, orada nəsə eləsəz, mənim adımı daşıyırsınız. Gördünüz ki, vəziyyət pisdir, deyin ki, mən
Başqa yerdə dərs almışam. Yaşışdınız. Gördünüz ki, vəziyyət pisdir. Başqa yerdə dərs almışam. Yaxşı. Bunu da indidən razılaşarıq ikinci dərsimiz. Mən əlimdən gələni eləyəcəm. Qalıb iş sizə. Belə, bugünkü dərsimiz bu qədər dostlar. Təşəkkür edirəm qoşulduğunuza görə. Ev tapşırıqları aydın oldu. Ee, Ev tapşırığı necə qeyd edirsiniz? Siz necə eləyəcəksiniz? Bir dənə test. Hamısının atacağım onsuz da. Hamısının sonunda var. Bəli, bəli, hamısını qoyacağam. Push and pull-u da eləyəcəm. Bir dənə sizə göstərim necə eləyəcəksiniz ev tapşırıqlarını. Gəldiniz belə bir səhifə açacaqsınız da. Bizim öz qrupumuza görə 29 bax. Dərs 2 materiallar bura əlavə olunacaq. Yaxşı. YouTube-dan sizə private hesabıdır. Giriş ancaq private olacaq. Yəni buradan girirsiniz. Ancaq sizin Gmail adresiniz görsənəcək, başqa adam girə bilmir. Sonra deməyin ki, bəs mən başqa Gmail-la girmişəm, amma YouTube başqa Gmail-də, onu da görənməyəcəksiniz. Private olaraq keçir. Sizə buradan giriş verirəm. Burada ancaq bu Gmail-lar baxa bilir. Dərslərimiz hamısı playlist bölümündən girib ətraflı şəkildə baxa bilərsiniz. Burada publish eləmişəm. Girişi olanlar buradan görə bilir dərsləri. Tapşırıq bölümünə daxil olursunuz. Təzə gələnlər. Kitablar var burada, marketinqlə bağlı kitablardır. İndi bunu süni intellekt təlimimizdə görəcəyik ki, bunu necə oxuyacağıq. Çox maraqlı bir şeydir. Kitab oxumağa həvəsi olmayanlar üçün eləmişəm. Bir dənə bu ingilis dilindədir, qalanları türk dilindədir. Bu kontent yaradıcılıq. Necə? Psixologiya oxuyub çox gözəl kitabdır bu arada, çox möhtəşəm kitabdır. Mənim də dərslərdə tətbiq elədiyim şeylərdən biridir. Bir də sizdə tapşırıq bölümündə daxil olursunuz. Burada Bənövşə, Elşən, İlkanə, burada adlar var. Bəzilərinizin adı yoxdur görürəm. Buradan bir dənə ad yaradırsınız. Falan kəs, məsələn İlham. Sonra İlhamın içində daxil olursunuz. Burada bir dənə dərs 1, dərs 2. Şimdi dersi Bəli. Dərs 2. Daxil olursunuz dərs 2-yə. Burada öz dərsinizi əlavə edirsiniz. Mentor baxır. Mentor baxandan sonra kimlər təlim eləməyib, səhv edib, nə edib, onları bildirir, o girib düzəldirsiniz, təzədən baxır, yoxdur. Siz yəqin buralarda yaradmışsınız. Günel, burayı yaradmışsınız. Necə? Siz də dərs 1 atmışsınız. Bax, görürsünüz, burada da belə deyim, move eləyim buna. Sürekli göstermeye olan Kur'an mühimmatını yazıp size göstermeli. Yani sıkıntı. Niyə? Yox, mən baxmaram axı tapşırıqlara. Mən baxıram, sadəcə olaraq mentor baxıb mənə filtrləyir. Birinci mentor görür də onu. Mentorun baxması üçün gərək buna eləyəsiniz. Niyə atmaq istəmirsiniz? Elə də olar, amma sistemli gedək də. Okay. Söhbət. Dostlar, təşəkkür edirəm gəldiyinizə görə. Onlayn qoşulan tələbələrimiz, nəsə sualınız var mənə?